Herkesi yeniden salamlayıram. 2 sonra Mama Reset proqramında biz görüşdük, yəni mama terapiyada. Bu ödənişsiz webinardır və webinar otağımızda dolduğuna görə biz artıq başlaya bilərik. Həmişəki kimi mənimlə kiçik bir tanışlıq olacaq. Digər tərəfdən interaktiv bir yayım olacaq. Bu mən sizdən istəyəcəyim ara-ara chatda müəyyən kodları yazmaq və s. ki siz ayıq qalasınız, yatmayasınız. Bu çox önəmlidir. Çünki İstənilən bir terapevtik prosesdə şüuraltı bizi yönəldir yatmağa və baxmamağa. Niyə? Çünki şüuraltı hər hansısa bir dəyişimdən çox qorxur. Biz istəmir növbəti həyat səviyyəsinə keçirmək. Çünki növbəti həyat səviyyəsi nə qədər yaxşı olsa da şüuraltı üçün bir o qədər də qorxuludur. Həmişə. Yəni elə hesab eləməyin ki, daha yaxşı bir həyat tərzi şüuraltı üçün daha yaxşı olacaq. Yox, şüuraltı deyir ki, yox istəmirəm. Daha yaxşısını istəmirəm çünki əvvəlki alışılmış olandır, əvvəlki mənim üçün daha təhlükəsizdir belə deyərlər. Və niyə mama terapiyada biz görüşdük 2 sonra? Çünki tam zamanıdır deyə düşünürəm. Bunu digər ödənişsiz mama terapiya hansını ki, neçə nəfər keçib? 20 min nəfər keçib bu terapiyanı. 20 min nəfərin baxdığı birinci hissə idisə, bu dəfədə bəlkə də daha çox insan baxacaq, ikinci hissə olacaqdır. Və nəyə görə ikinci hissə lazımdır bizə? Bu haqda danışacağam. İnşallah üçüncü hissə olar, dördüncü hissə olar sonra. Bunlar da çox önəmlidir. Ümumiyyətlə, mama terapiya hər şeyin ilk açarıdır. Yəni, siz düşünün ki, bu həyatda daha yaxşı yaşamaq üçün, transformasiya yaşamaq üçün, daha gözəl bir həyat ssenarisini özlüyünüzdə açmaq üçün fərqli qapılar var deyə düşünün. Amma o qapıları da aça bilmək üçün ilk daha böyük bir qapı var, böyük bir darvaza var. Bax, o darvaza mama terapiyadan keçir. Çünki biz dünyanı ilk olaraq anamızla algılayırıq. Yəni anamızla qarşı nə hiss eləyiriksə, bizim üçün bütün dünya da odur. Və əgər o hissləri biz işləmədiksə, nə baş verir? Bütün dünya ilə bağlı fürsətləri görə bilmirik. Və bu webinar kimlər üçün çox vacibdir diqqətlə dinləmək? Kim ki istəyir, birincisi maddi durumunu yaxşılaşdırmaq. Mütləq mama terapiya, mütləq. İkincisi sağlamlığını yaxşılaşdırmaq istəyir. Mütləqdir mama terapiya. Üçüncüsü daha enerjili hiss eləmək istəyir. Mütləqdir mama terapiya. Dördüncüsü təzə bir ev istəyirsinizsə ya da maşın. Kim ev ya da maşın istəyir, chatda 9 rəqəmini qoyun. Dedim, bugün interaktiv olacaq, mən istəyirəm. Siz hamınız əlbəttə bugün 500-600 nəfər baxır bizə toplam və mən əlbəttə hamınıza səs verib eşidə bilməyəcəyəm bu qədər adamı. Mənə nə lazımdır? Mənə lazımdır ki, sizlə interaktiv kontaktda olaq deyə mən çata istəyirəm yazasınız siz müəyyən rəqəmlər yatmamaq üçün. Həm də ki, mən eşidim, görün burdasınızmı? Enerjiniz yerindədirmi? Ev və maşın istəyənlər, yeni bir ev, yeni bir maşın istəyənlər mütləq şəkildə mama terapiya. Mütləq. Birazdan niyə olduğunu biləcəksiniz siz. Digər tərəfdən, əgər istəyirsinizsə ki, münasibətlərinizdə daha yaxşı bir ssenari qurasınız, daha xoşbəxt münasibət qurmaq, ola bilər ayrılmısınız, ola bilər artıq münasibətdə heç fərqi yoxdur. Olan münasibəti daha xoşbəxtləşdirmək, daha sakit, mülayim, huzurlu etmək və yaxud da daha mülayim, sakit, xoşbəxt ola biləcəyiniz bir münasibət qurmaq üçün mama terapiya mütləqdir. Okay? Və əlbəttə ki, potensialınızı görə bilmək üçün mama terapiya mütləqdir. Ki, potensialınız nədir sizin? Və bonus olaraq sırf xanımlara özəl, bugün bu arada həm bəylər, həm xanımlar mütləq dinləməlidir. Amma bonus olaraq xanımlara özəl bir nəticə də olacaq ki, bonus olaraq xanımlar üçün daha gözəlləşirlər mama terapiyadan sonra. Niyə olduğunu da birazdan izah eləyəcəm sizə. Yəni daha da gözəlləşmək istəyirsə, daha cazibəli görsənmək istəyirsə, yenə də mama terapiya önəmlidir. Sizlərə önəmli bir nüansı qeyd edeyim. O zamana qədərsə Asiya xanımdan xahiş edəcəm və Nərmin xanımdan xahiş edəcəm ki, hər kəsə məlumat versinlər ki, webinar otağımızda artıq yeri yoxdur. Ona görə də kim yerini tutubsa çıxmasın, amma artıq heç kəs qəbul edə bilmirik. Ona görə də Instagramda canlı yayımın linkini ata bilərsiniz. Bota kim ki çatdırmadı girməyə Instagramda baxa bilər, amma təəssüflər olsun ki, Instagramda biz pul mükafat verə bilməyəcəyik baxanlara, amma yenə də vaxtında olmaq lazımdır. Burada biz neyiniyək ki? Okey, gəlin başlayaq. Kim ilk dəfədir mənimlə webinardadır?
Sizlərdən istəyirəm chatda 7 rəqəmini yazasınız. Kim mənlə artıq dəfələrlə ya da heç olmasa bir dəfə vebinara qatılıb, sizlər 4 rəqəmini yazın chatda. Okay. Bu arada sizin üçün sürpriz bir video da çəkmişəm. 50 dəqiqəlik YouTube videosu çəkilişi eləmişəm bu gün sizlər üçün. Bonus olacaq sizlərə, sabah paylaşılacaq sizinlə. Bu videoda mən ilk dəfədir ki, son 5 ildə mən nə etdim ki, glow up yaşadım, daha gözəlləşdim, daha qəşəngləşdim, daha lüks auraya keçid elədim. Bunlar haqqında danışmışam, xüsusən də xanımlara özəldir bu bonus. Onu da götürərsiniz sabah təqribən saat 12-1 arası. O da paylaşılacaqdır sizinlə. Gözəl bir bonusdur bu da. Belə, məni tanıyanlar, tanımayanlar fərqi yoxdur. Qısa bir tanışlıq ekranda görürsünüz artıq. Mən Asiya Rüstəmli 60 manat büdcə ilə 5 il öncə işimi qurmuşam. Və sizlər ümumiyyətlə mama terapiyanı yenidən keçirmək hardan gəldi? Keçən il yox, ondan əvvəlki il, 2024-cü ilin may ayında ilk mama terapiyanı keçirdik. Biz şükürlər olsun 2 ildə 20 min nəfər keçdi o ödənişsiz mama terapiyanı. O vaxtdan bəri bir çox insan dəhşət dəyişimlər yaşadılar həmin o ödənişsiz hissəni hələ keçməklə. Amma buna baxmayaraq mən həmişə bildirirəm ki, ödənişsiz hissə 1%-dir. Bugünkü bizim ödənişsiz mama terapiyaya isə ödənişli mama reset proqramı sponsorluq eləyir. Kimlər ki istəyir daha dərinə enmək, daha dərindən işləmək, mama reset proqramında da sizi gözləyəcəyəm. Proqramda artıq insanlar var, gəliblər öncədən qeydiyyatla. Amma bugün qeydiyyatı açacağam. Mama reset ödənişli proqram üçün dərindən 8 texnika ilə ən dərinə enib də mama terapiyanı etmək üçün, xüsusi ortamda bunu eləyə bilməyiniz üçün mütləq şəkildə həmin o proqramda da gözləyəcəm. Daha keyfiyyətli belə deyərlər, formada və 8 özəl şuuraltı MP3 texnika ilə daha dərinə enə bilməyimiz üçün, şuuraltı praktikaları sizinlə daha yaxından edə bilməyimiz üçün birazdan Mama Reset proqramına qeydiyyat da açılacaqdır. Ona görə də onu da gözləyin mütləq. Hardan yadıma düşdü ki, yenidən mama terapiyanı ödənişsiz keçirim mən. Gəlin bu haqda danışaq. 2 il öncə 2024-cü ildə mən mama terapiyanı keçirəndə 20 min nəfər bax bu arada. Mənə yazırdı ki, Asiya xanım, siz orada axı öz münasibətinizdən danışmısınız. Bizə danışırdınız ki, siz münasibətdəsiz, münasibətinizdə neynədiniz və s. Qısa bir hekayə danışmışım, özüm də yadıma düşmür. Və o mama terapiyanın üstündən təqribən heç bir ay keçməmiş elə həmin ərəfədə mən ayrılıq qərarı aldım və əslində o vaxtdan bu günə Asiya ilə bağlı çox şey də dəyişib. Ona görə də düşünürəm ki, bu update olunmuş enerji ilə mən yenidən bu mama terapiyanı sizə keçirməliyəm. İkinci hissə olaraq, Asiyanın da updated versiyası olaraq. Bu arada mən hər dəfə kvant sıçrayışı yaşayanda iPhone-lara gələn update-lər kimi özümə ad verirəm. Hal-hazırda Asiya 6.0 yaşayır. 6.0-cı update-indədir. Mama terapiya olan vaxtında isə 5.0-daydıq. Tak, bir dəqiqə. Asiya xanım, rekord gedir yəqin ki, yoxlayın. 5.0-daydıq. Siz də özünüzə belə update-lər versəniz çox yaxşı olar. Çünki insanın belə deyərlər də həyat səviyyəsi dəyişdikcə özünə bir milestone-lar belirləməsi və update-lər verməsi ki, əvvəlki versiyam buydu, sonraki versiyam budur və s. Çox maraqlıdır, çox önəmlidir. Və əsas suallardan biri gəlir və mən Instagramda ayrılıqdan və s. bu barədə danışırdım, yeni münasibət qurmaq və s. Və əsas suallar gəlirdi ki, niyə ayrıldınız bəs və s. Mən dünən storylərdə dedim ki, bu barədə mən danışmayacağım, sərhədləri pozmamaq üçün əlbəttə ki. Amma kiçik bir şey deyəcəm, kiçik bir tüyo deyəcəm Instagramda demədiyim bir şeyi. Mən həmin münasibət 9 il çəkmişdi və həmin münasibətə mən 17-18 yaşlarımda başlamışdım və bizim münasibətə başlamaq bir-birimizlə uyğunlaşa bilməyimizin ilk söhbətimizin mövzusu bilirsiniz nə olmuşdu? Bir-birimizə öz manalarımız və atalarımızı şikayət eləməklə başlamışdıq ilk söhbətimizdə. Yəni ilk bizim bir-birimizə uyğun olduğumuzu hiss eləməyimiz buradan başlamışdı ki, bir-birimizə şikayət eləməyə başlamışdıq. Və əlbəttə ki, daxilində öz ana-atası ilə bağlı negativ duyğular yaşayan insan, şikayət enerjisində olan insan, əlbəttə ki, münasibət üçün də düzgün insan, özünə düzgün uyğun ola biləcək insanı seçmir. Bu əsla o demək deyil ki, münasibət uyğunlaşmayan iki insan pis insanlardır. Bu əsla o demək deyil. Əsla o demək deyil. Heç kəs pis insan deyil. Bundan getmir söhbət. Sadəcə
İki çox yaxşı insan bir-birinə uyğun olmaya da bilər. Amma o iki insan travmaları ilə görüşürsə, əlbəttə ki, bu münasibət alınmayacaq. Çünki hər ikisi də incik vəziyyətdə münasibətə başlayıbsa, duyğusal o baqajla münasibətə başlayıbsa, xüsusən də mamasına qarşı hiss etdiyi neqativ duyğuları proyeksiya eləyərək başlayırsa o münasibətə, bu zaman bilirsiniz nə baş verir? Hər iki tərəf də, qarşı tərəf də öz mamasını görür və mamasından çıxmaq istədiyi acığı qarşı tərəfdən çıxmağa başlayır və bu həmişə iki tərəfli baş verir. Bəzən qızlar deyir ki, ay da kişi mənə pislik elədisə, yox. Siz özünüz fərqində deyilsiniz ki, siz də ondan necəsə acıq çıxırsınız. Necəsə siz də ona zərər verirsiniz. Bu həmişə qarşılıqlı baş verir. Bir daha sual verir, yumurta birinci yaranıb yoxsa toyuq? Heç biri birinci yaranmır, paralel yaranır. Yəni bir-birinə qarşı iki insan bir-birini incidici hərəkətlər, emosional incidici hərəkətlər göstərir və bəzən bu çox üzdə də görsənən olur. Əlbəttə kim daha çox belə deyərlər də üzdə görsənəcək şəkildə ağrı verir. Həmin tərəf daha bir günahkar çıxır münasibətdə ki, bizim cəmiyyətdə qadınlar ilk qərar verir ayrılığa. Çünki daha üzdə görsənən səhvləri kişilər eləyir çox zaman. Amma mən həmişə o balansa inanıram. Həmişə haqsızlığın olmadığına inanıram dünyada. Hər şey çox balanslıdır, hər şey çox düzdür. Həmişə sən nə münasibət göstərsənsə onu görürsən. Ona görə də münasibətdə problem yaşayırsınızsa sizdə, ya da hətta işdə belə problem yaşayırsınızsa, günahkar kimsə deyil. Ümumiyyətlə günahkar yoxdur. Sadəcə siz həm özünüzə, həm qarşı tərəfə olan münasibətinizi görürsünüz həmişə. Və bu münasibətin toxumu hardan başlayır? Mamamıza olan münasibətimizdən, onunla olan kontaktımızdan ki, bu mövzunu biz bugün işləyəcəyik. Artıq məncə ekranda mənim haqqımda kifayət qədər məlumat gördünüz. Bu 5 il ərzində mən ikili beynəlxalq sertifikat proqramı yaratdım. Artıq 8-ci qrupumuzdur. Artıq 100-dən çox məzunumuz var. Coachlar məzun eləyirik beynəlxalq sertifikatlı. Öz metodikamı yaratdım. Yüzlərlə insanın keçdiyi ödənişli təlim proqramları, 10 minlərlə insanların keçdiyi belə kiçik ödənişsiz proqramlar və daha nələr, nələr. Amma əlbəttə ki, məni təyin edən tək şey bu deyil. Qısaca missiyamı da sizə bildirim, keçək mama terapiyamıza və bugün ümumiyyətlə mənim işimdə mənə əsas stimul verən, əsas motivasiyam, əsas o missiyam odur ki, mən sadəcə istəyirəm ki, daha çox insan özünü xoşbəxt hiss eləsin. Daha çox insanın gözləri parıldasın. Daha çox insan biraz da olsa mənim proqramlarımı keçdikdən sonraki gün səhər yuxudan oyananda özünü yaxşı hiss eləsin. Və əlbəttə burada çox daha böyük nəticələr də olur. İnsanlar ev alır, maşın alır, münasibət qurur. Dəhşət çox müştərilərim var, ikinci ya da üçüncü dəfə ailə quranlar. Dəhşət çox müştərilərim var, əvvəl ana ola bilmirdi, ata ola bilmirdi. Təlimlərdən sonra artıq övladları dünyaya gəlib. Dəhşət çox müştərilərim var, ən çox burada nəticə olur ki, sağlamlıq problemləri sağalır ki, bunu mən heç vaxt vəd eləmirəm. Amma bonus olaraq sağlamlıq problemləri. Qızlarımın demək olar ki, hamısı təlimlərdən sonra gözəlləşir. Digər tərəfdən sizə feel good effekti verir. Yəni siz özünüzü daha yaxşı hiss eləməyə başlayırsınız, emosional baqajınızı atdıqca. Və təlimlərdə, proqramlarda ödənişsiz, ödənişli əsas məqsəd bu baqajı atmaqdır. İlk öncə isə bu missiyamı yerinə yetirərkən müəyyən qayda qanunlar çərçivəsində eləyirəm. Mən bu qaydalar əsas qayda odur ki, ödənişsiz hissə daha çox diaqnostik və izah edici hissədir həmişə. Yəni bu nə deməkdir? Ödənişsiz hissədə mən sizi çox daha dərinə indirə bilmirəm. Səbəb ondadır ki, ödənişsiz hissəyə 10 minlərlə insan baxır və buna hazır deyil 99% insan. Çünki hazır olan insan mütləq ki, addım atır, resurs yatırır, ödəniş edir və daha dərinə inir. Və bu balansı pozmamaq üçün bu çox önəmlidir. Diaqnostik və daha yüngül olan hissəni, 1-2% hissəni həmişə ödənişsiz mən təqdim edirəm. Çalışıram maksimum izahatlar, maksimum səbəb-nəticə əlaqələri, maksimum fərqindəliklər, maksimum bacardığım qədər sadə texnikalar, bunları sizə ödənişsiz təqdim eləyim. Amma əsas 98-99% əlbəttə ki, ödənişli hissədədir. Əsas nəticələr də oradadır. Bugün də sizin üçün Mama Reset ödənişli hissənin qeydiyyatını açacağıq təntənəli şəkildə ki, sizlər istifadə eləyə bilərsiniz bu proqramdan ödənişli şəkildə. Çünki
İlk hissəni, ödənişli hissəni keçənlər çox idi. Hamı deyirdi ki, bəs bunun davamı hanı? Davamını istəyirik biz. Dəhşət nəticələr gördük biz. Və mən sizə davamını təqdim etməyə artıq hazıram 2 il sonra. 2 il sonra. Və mən istəyirəm ki, insanlar artıq təkrarlanan dövrlərdən çıxsınlar və insanlar öz güclərinə qayıtsınlar. Tapmasınlar ha, öz güclərini, qayıtsınlar o güc. Çünki o güc hamımızda mövcuddur. Əlbəttə mən sizə demək istəyərdim ki, hər şey birdən-birə dəyişdi, amma yox. Yəni bu Asiya panik atak keçirən, təşviş yaşayan, maddə çöküşü yaşayan Asiya dəyişdi. 2025-ci ildə belə oldu. Bu o demək deyil ki, ona nəsə belə deyərlər də kimsə yatırım elədi, pul qoydu və s. Yox, bu heç biri olmayıb da, inanın mənə. Sadəcə və sadəcə mən o qurban rolundan çıxdım. Mən o duyğuları işlədim. Mən xüsusən də ən çox fokusumu ilk vaxtlar mama terapiyaya verdim. 2000 elə 16-18-ci illərdə mən bayaq 50 dəqiqəlik bir videoda çəkdim. Anam bizə gəlmişdi. Mən bunu bir dəfə də danışmışdım sizə. Uzaqdan mənim şəklimi çəkib 2-3 gün sonra mənə göndərmişdi. Sabah o şəkli qoyacağam, hələ də saxlayıram. Və mən orada kişi paltarındaydım, kişi sarıçkasındaydım, oturmuşdum, çox belə enerjisiz idim, saçımı daramamışdım, qaşımı daramamışdım. Bu arada mən tanımayanlar, qaşlarımı darayıram hər gün mütləq. Qaşımı daramamışdım, pomadamı sürtməmişdim, nə bilim, çox belə yorğun, enerjisiz və belə oturmuşdum. Mən sadəcə boşluğa doğru baxırdım. Həqiqətən elə yaşayırdım mən. Anam şəklimi çəkmişdi uzaqdan və mənə göndərmişdi ki, mən səni belə görmək istəmirəm. Mən səni beləmi qoymuşdum axırıncı dəfə? Niyə bu vəziyyətdəsən deyə belə bir sual vermişdi. Əslində maraqlı bir effekt vermişdi bu məndə. Çünki elə bunun üzərinə mən bir videoda çəkdim ki, necə glow up yaşadım, necə enerjimi düzəltdim. O sabah sizinlə yayımlanacaq. Amma əsas məsələ burada nədir? Ümumiyyətlə, xüsusən də kişi paltarında olmağı. Məsələn, bu şəklin özündə belə bu qadın geyimi deyil tam olaraq. Qadın saç düzüm belə deyil. Saçlarımı yolmuşdum mən, fikir verin. Saçlarım normal kəsim belə deyil. Bu saçlarımı yolmuşdum mən. Mən özümü hiss eləmirdim. Həqiqətən hiss edirəm. Xüsusən də uzun dırnaqlara baxsanız, mənə görə bu qədər çox insanlara flash effekt verən bir şeylər istifadə etməsi qadınların o deməkdir ki, mən ümumiyyətlə özümü görmürəm, hiss eləmirəm, istəyirəm nəsə göz alıcı bir şeylər eləyim ki, kimsə məni görsün dırnaqlarla və s. Bu incidirdi mən dırnaqlar. Bu haqda danışmışam artıq, amma mən bunu eləyirdim. Eyni vaxtda isə mən özümü qadın kimi hiss eləmirdim ümumiyyətlə. Mən özümü hiss eləmirdim ümumiyyətlə, dünyanı hiss eləmirdim ümumiyyətlə, rəngləri tam görmürdüm ümumiyyətlə və həqiqətən də mama terapiyanı keçməyəndə bir də dünya daha boz-bozalaq bir yer kimi görsənir. Fokus dağınıqlığı yaşayırıq biz və baxışlarımızda özgüvənsizlik olur. İndi deyəcəm o nədir bu arada? Baxışlarımızda olan, mən həmişə deyirəm, küçük Emrah baxışları o olur. Və əlbəttə ki, bir insanın daha bir glow up yaşaması üçün, daha qəşəng bir həyat şəklinə keçməsi üçün, daha rəngarəng olması üçün həyatının bu neqativ emosiyaları da yenməsi lazımdır. Çünki onlar yenmiriksə, əlbəttə ki, dünyamız bu nədir? Dünyamız daha qaranlıq bir yerə çevrilir. Və gəlin başlayaq. Bugün istəyirəm dəftər qələminiz sizdə olsun. Çünki bəzi sxemlər çəkəcəyik. Biz Zoom'da kimlər ki mənə Instagramdan baxıb, sorry, cəmi bir yerimiz var Zoom'da. Kim istəsə qaçıb qatıla bilər. Bircə yerimiz var Zoom'da. Yerlər dolub artıq. 500 nəfərlik otaq dolub. Bircə yerimiz var. Amma Zoom'da daha qəşəng görə bilirsiniz prezentasiyanı. Məni filtrsiz görə bilirsiniz. Daha qəşəng görsənir məncə. Bu filtr məni üzümü şişirdir Instagramda. Üzümü şiş göstərir. Və saçımızı da düzəldək. Və gəlin başlayaq biz mama terapiyaya. İlk öncə baxın. Gəlin bir maraqlı bir şey öyrənək mama terapiya ilə bağlı və həyatımızla bağlı. Və bundan sonra özünüz də görəcəksiniz ki, həyatınızda hər şeyi əşyaları belə daha fərqli görməyə başlayırsınız və əlbəttə ki, fürsətləri belə daha çox görməyə başlayacaqsınız. Baxın. Mən istəyirəm götürəsiz, gün ərzində praktika eləyirik bu arada kiçik bir praktika eləyirik.
Hər hansısa bir, bax bu gün 24 saatınız olub, düzdür? 24 saat vaxt keçirmisiniz bu gün ərzində. Əvvəl dünən bu saatdan indiki bu saata qədərki vaxt. Praktika eləyirik. Fokusunuzu yığaq. Bu 24 saat ərzində müəyyən əşyalarla kontaktda keçmisiniz və müəyyən insanlarla kontaktda keçmisiniz. Düzdür? Hətta bütün günü tək evdə oturmusunuzsa belə, yenə də Instagramda kimisə görmüsünüz, kontaktda keçmisiniz. Yəni tam kontakt olmasa belə, yenə də hansısa bloqeri görmüsünüz, düzdür? Nəsə baş verib 24 saat ərzində, düzdür? Mən istəyirəm yavaş-yavaş lenta kimi gözünüzün önündən keçirəsiniz. Bu gün əşyalarla yaşadığınız kontakt və insanlarla yaşadığınız kontaktı gün ərzində. Sakit oturaq, yadınıza salaq. İstənilən əşya bıçaq ola bilər, öz yatağınız ola bilər. Nə bilim, shoppingə getmisiniz, satıcılarla münasibətiniz ola bilər, kontakt deyəndə. Yenə də deyirəm, hansı blogerə baxdınız, o ola bilər. Bir yadınıza salın. Əgər daha fokuslusunuzsa, hal-hazırda fokusunuz daha yaxşıdırsa, yerindədirsə, daha yaxşı olar ki, dəftərə siyahı kimi yazasınız indi xırda-xırda nələrlə kontaktda keçmisiniz onları. Ya da kimlərlə kontaktda keçmisiniz onları. Qazan ola bilər, bəli. Yəni çox sadə. Qazan ola bilər bu, maşınınız ola bilər, yəni nə olsa da. Əla. Belə biraz fikirləşək. İstəyirsinizsə yazsız daha yaxşı olar. Yəni yadınızdadırsa nələrdir onlar, yazsız çox daha yaxşı olar. Aha. İndi istəyirəm. İndi baxın biz magic eləyəcəyik. Həqiqətən sehrli bir şey eləyəcəyik və görəcəksiniz ki, necə hər şey illüziyadır və həyatınızı necə proqramlayırsınız siz. Əşyaları belə, yəni bütün həyatınızı necə proqramladığınızı görəcəksiniz. İndi başlayaq əşyalardan. Diqqətlə fokusunuzu cəmləyin və düşünün, hər bir kontaktda keçdiyiniz əşyaya qarşı nə hiss eləmisiniz? Hansı emosiyanı göstərmisiniz, nə hiss eləmisiniz və o əşyaya necə davranmısınız? Bu da çox önəmlidir. Necə davranmısınız? Məsələn, qab yumusuz tutaq ki. Qablarla necə kontaktda keçdiniz? Məsələn, ürəyiniz mi sıxıldı, aqressiya mı göstərdiniz, bezmişmi oldunuz? Məsələn, kartımla alış-veriş etdim. İtirmə qorxusu yaşadınızmı bu kartla kontaktda girəndə, pulla kontaktda girəndə tutaq ki? Yoxsa yox? Yəni tam olaraq hansı emosiyalar yaşadınız? Ümumilikdə götürsək bütün bu əşyaları, kontaktda keçdiyiniz 24 saat ərzindəki əşyaların hamısını götürsək biz. Hamısı ilə ortaq bir neçə hansı emosiyanı yaza bilərsiniz ya da hansı davranış biçimini yaza bilərsiniz siz keçirdiyiniz, yəni hiss olaraq. Əgər çətinlik çəkirsinizsə, tövsiyə edirəm ki, ChatGPT-dən ya da Google-dan hisslər cədvəli yazasınız, tapasınız. Emotions yazsaz çıxacaq, və yaxud da hisslər yazsaz çıxacaq, çox rahat tapmaq. Bezgin ola bilər, təşvişli ola bilər, bəli, narazı ola bilər, itirmə qorxusu ola bilər, aqressiv ola bilər, bəli, bəli, çox gözəl. Tələsik, sıxılmış, stresli. Bəzilərinizdə hətta olurmu ki, o bu istəyirsiniz ki, ay Allah getsin hamısı, ay Allah getsin. Belə bir hiss olurmu? Bu da var çünki. Belə ay Allah, uf, istəmirəm, uf, əl çəkin. Belə bir hiss əşyalara qarşı. Hı. Ya da belə uf, nə qədərdilər, ay Allah, uf, fokusunu dağıdır. Get. Hı. Çünki ən çox bu olacaq, ən çox bu olacaq. Hı. Tullamaq hissi, əla. Sonra. Çox tez gedir. Mən çalışıram oxuya bildiklərimi oxuyum çatda. Enerjimi yeyir. Ay sağ olun, enerjimi yeyir. Sonra nə? Boşluq, vecsizlik, əla, vecsizlik. Sanki əşyaları hiss eləmirəm. Baxın, Aysel xanım bizə emosiyalar cədvəlini atdı. Aha. Minimum enerjim yoxdur. Baxın, orada bir tapın o əşyalarla nə hiss elədiniz, necə davrandınız. Baxın, tutalım ki, məsələn, fincandan çay içirsiniz, həqiqətən hiss eləyirəm içirsiniz. Desenlərini, uzorlarını, istiliyini, dadını, görünüşünü, gözəlliyini.
Yoxsa tələskənmi davranırsınız siz əşyalarınıza məsələn, ona da baxın. Mhm. İndi istənilən bir əşyanı gəlin belə bir şey eləyək. Çox qəşəng bir praktika, magic. Magic eləyəcəyik, magic. Baxın, istənilən bu əşyalardan biri varsa elə qarşınıza qoyun. Yoxdursa da sadəcə düşünün ki, o əşyalardan biri qarşınızdadır indi. Ya da elə evdəsinizsə öz əşyalarınıza qarşı deyə bilərsiniz. Mən istəyirəm chatda yazdığınız hissləri səsli şəkildə deyəsiniz ki, əziz əşyalarım ya da əşyam, sənə qarşı belə hiss eləyirəm. Səsli şəkildə deyin. Belə davranış göstərirəm. 3 cümlə səsli şəkildə deyim. Belə hiss eləyirəm, belə davranış göstərirəm və sən də mənə belə hiss elətdirirsən. Mən sənə qarşı hiss edirəm, sən mənə hiss elətdirirsən və mən sənə davranıram. 3 cümlə. Səslə deyin, səslə. Mhm. Hmm. Ola bilər ki, narahatsız səsli deməyə yaza bilərsiniz, bəli. Hmm. Əla, səndən bezmişəm deyirsiniz, sabah sizin hamınızı dəyişəcəm. Ya da məcbur hiss eləyirəm sizə özümü. Əla, hamısını deyin. Bu arada bonus, bu diaqnostik texnika ev terapiyasının bir hissəsidir. Əgər ev almaq istəyirsinizsə, daha qəşəng evə köçmək istəyirsinizsə, bu sizə çox bombastik effekt verəcək. Mhm. Əla, deyin, səslə deyin. Deyin ya da yazın. Yazmaq düzdür daha az effektivdir, çünki səslə biz sağalırıq. Mhm. Baxın, təkcə pozitivdirsə emosiya, neqativi də tapın. O demək deyil ki, özünüzdən neqativ emosiya çıxarın. Yox, sadəcə tapın oradakı nə blok var əşyalarla kontaktınızda da. Deyə bilərsiniz. Məsələn, o da ola bilər. Mən heç nə hiss eləmirəm əşyalara qarşı. Bu da ola bilər. Çünki deyə bilərsiniz ki, mən vapşı boşluqdayam. Mhm. Olar deyin. Görməzdən gəlirəm, hiss eləmirəm. Mhm. Bu arada yazaq ki 5 yer boşaldı. Bizim Zoom-da kim istəyir həmin 5 yerə gələ bilər. Instagramdan istəyirsinizsə ekranda izahları və s. görmək, keçid eləyə bilərsiniz. Telegramdan Zoom linkına 5 yer açıldı. E, Gələ bilərsiniz. Kimsə yerini tutursa o yer artıq tutulmuş sayılır da yəni. E, Çıxanda artıq çıxırsınız. O yer olmur, sizin olmur artıq. Mhm. İndi biz nə edirik? Yazdığımız bu söz, dediyimiz bu sözlər hiss eləyin. Mamanıza xitabən deyin eyni şeyi. Əşyaya yox, mamanıza xitabən deyin. Baxın, görün, həqiqətən mamanıza qarşı da eyni şeyləri hiss eləyirsinizmi? Gəlin bir dənə dəyişiklik eləyək. Eyni hissləri mamanıza xitabən deyin. Əziz mamam, əşyalara qarşı dediyiniz şeyi mamaya deyin. Əziz mamam, mən sənə belə hiss eləyirəm, bla 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 bla. Mhm. Baxın, psixika təkzib etməyə çalışacaq ki, yox, mamamı sevirəm. Mamanızı sevmək ayrı, içdən-içə nəsə hiss etmək ayrı. Mamaya qarşı hər hansısa neqativ emosiya hiss etmək onu sevməyinizə mane olan bir şey deyil. Normaldır. Çünki əşyalarınıza qarşı hiss etdiyiniz hər hansısa bir sıxıntı, boşluq, bezikməklik uşaq vaxtı mamanıza hiss etdiyiniz hisslərlə oxşar bir hissdir. Proyeksiya eləyirsiniz sadəcə olaraq. Mhm. O hissləri biz mamamızla kontaktda öyrənirik. Ola bilməz ki, yeni gəlib əşyanı gördünüz və o hiss gəldisə. Yox, sizdə olmayan bir hissi nəyəsə qarşı hiss eləyə bilmirsiniz siz. Başa düşürsünüz? O hissi ilk dəfə hiss etdiyiniz yer mütləq ki, mamanızladır. Mhm. Eyni şeyləri sadəcə deyək ki, bizdən çıxsın o hiss. O emosiya ki, əziz mamam, əslində mən əşyalara yox, sənə qarşı belə hiss eləyirəm. Mhm. Mamanız dünyadadır, dünyada deyil, heç dəxli yoxdur. Biz mamanı qarşımıza qoyub bunu eləmirik, başa düşürsüz? Bu dərindən, şüuraltı mama ilə bağlı uşaq vaxtı yaşadığımız ilkin təsəvvürlər və ilkin hisslərdir.
Buna enməyə çalışırıq hal-hazırda və prosesə mane olmayın ki, biz yavaş-yavaş enə bilək ora. Çünki siz mane olsanız biz enə bilməyəcəyik. Mhm. Bəli, əşyalar sizi bezdirirsə deyə bilərsiniz ki, bəli, mama sənə qarşı da hiqqəliyəm və s. və s. Mhm. Okey. Chatda yazın 6 rəqəmini kim hiss eləyir ki, oxşar hisslər yaşayır əşyalarına qarşı da, mamasına qarşı da. 6 yazın. Çata baxın zəhmət olmasa, hamımız eyniyiz. Yəni bu şaşmaz türklər demiş. Bu düstur şaşmaz. Niyə birazdan izah eləyəcəm. Baxın mən uşaq vaxtım riyaziyyat olimpiyadasının qalibi olmuşam və mənim üçün məntiqi alqoritmlər qurmaq uşaq vaxtı IQ-m da çox yüksək idi, 131 idi. Uşaq 12 yaşında 131 idi IQ. Mənim üçün məntiqi alqoritmlər qurmaq, hər hansısa bir alqoritmdən formulalar çıxartmaq və o formulalar üzərindən hər hansısa səbəb-nəticə əlaqəsi qurub da nə isə dəyişdirmək çox asandır. Mən bunu bacarıram, bunu dünyaya verirəm və siz bundan istifadə edə bilərsiniz. Və alqoritmi görməyinizi istəyirəm. Mənim kimi riyazi beyni olanlar bunu artıq görür. Bəzisində bu yoxdur, normaldır. İndi onlara göstərmək istəyirəm mən. Baxın. Baxın, önəmli magic nədir burada? Əgər, gəlin bir teorem çıxaraq sizinlə bərabər. Əgər, diqqətli olun, əgər mən nə hiss edəcəyimi, yəni dünyaya, əşyalarıma qarşı nə hiss edəcəyimi ilk dəfə anamla təcrübədən keçirmişəmsə, yəni anama qarşı olan hisslərimdirsə, mənə doğma gələn bu hisslərdirsə və mənə alışıq gələn gündəlik olaraq, çünki mən dedim axırıncı 24 saatınızı götürün. Sadəcə axırıncı 24 saatınızı necə proqramlamısınız, biz ona baxırıq hələ. Hələ biz böyük şəklə baxmırıq, düşünün. Başa düşürsünüz nə demək istəyirəm? Yəni mən, indi baxın, diqqətlə baxın. 24 saatımı, son 24 saatımı əşyalarla olan münasibətimdə əgər mən anamla ilk dəfə hiss etdiyim uşaq vaxtı duyğularla proqramlanmışamsa, deməli, okey. Deməli, mən həyatımı başqa cür proqramlamaq istəsəm, bunu da bacara bilərəm. Çünki baxın, diqqətli olun. Məsələn üçün, misal götürək. Əgər bəzilərinizin əşyaları sizi bezdirirsə, siz qəsdən şüuraltı bezdirici əşyalar seçib, çünki mamadan da bezmişəm mən, mamaya qarşı da belə qıcıq hiss eləyirəm. Və mən həyatımda əşyaları da elə yaradıram ki, onlar bezdirici, sıxıcı, boğuq olsun mənim üçün. Və mən bu hissi yensəm, uşaq vaxtından mənə tanıdıq gələn bu hissi yensəm, artıq həyatımı da fərqli cürə proqramlayacağam. Yəni düstur nədir? Düstur odur ki, mən həyatımı istədiyim kimi proqramlaya bilərəm. Əgər mən son 24 saatım, bax Magic sizə göstərdim mən necə proqramlamısınız. Sadəcə əşyalarınızı, indi baxacağıq insanlara da. Əşyalarınızı necə proqramlamısınız həyatınıza? Bəli. Burada sehir odur ki, deməli siz öz həyatınızı proqramlaya bilərsiniz istədiyiniz kimi. Düzdür? Sadə formula. Sadə formula. Baxın, riyaziyyatda necədir? Biz 9 dənə rəqəm öyrənirik. Sonra bütün hesablamalarımızı, bütün o şkalaları, formulaları, hətta nə bilim əşyalara qiymət qoymağı və s. 9 dənə rəqəm üzərindən, 9-10 rəqəm üzərindən eləyirik. Sıfırı da saysaq, 10 rəqəm üzərindən eləyirik. Bütün digər ədədləri də bununla yaradırıq. Bu da belə bir şeydir. Başa düşürsünüz? Yəni necə ki mən sadəcə 10 dənə rəqəm öyrənməklə bütün formulaları yarada bilirəm. Bütün dünyanı rəqəmlər üzərindən algılamağı, fiyatlar qoymağı, nəyəsə və s. və s. və s. Deməli,
Biz həyatda da bax, psixoloji olaraq da bu cür eləyə bilərik, duyğusal olaraq da. İndi burada önəmli hissə nədir? Gəlin baxaq. Mən istəyirəm burada biz keçək bizim prezentasiyaya. Və burada biraz daha dərindən baxaq. Niyə? Bir dəqiqə. Aha. Ekranı görürsüz yəqin ki. Mən istəyirəm biraz daha dərindən baxaq buna. Niyə? İndi görəcəksiniz. Mən istəyirəm primitiv biz çəkək. Baxın, bu mamamızdır. Və biz hardan dünyaya gəlmişik? İlk dəfə anamızın bətnindən dünyaya. Ya elə bir insan var ki, laboratoriyada dünyaya gəlib, yox. Ya da başqa bir yerdən çıxıb, yox. Göbələk kimi. Torpaqdan çıxan var, yox. Hamı anasının bətnindən çıxıb. Həqiqətən də dünyada sadəcə qadınların uşaqları yaşayır da. Yəni qadınların dünyaya gətirdiyi insanlar yaşayır. Və burada nədən gedir söhbət? Mən, bu mənəmsə, sənsənsə belə deyərlər. Mənə baxırsan indi, bu sənsən. İlk dəfə gördüyün yer, Allahım. İlk dəfə gördüyün yer hara olub? Ananın bətni. Bu nə deməkdir? Mənim üçün etalon, yəni ilk rəqəmlər, mənim ekranıma nə olub? Hə, ilk necə ki 9 dənə rəqəm dedim öyrənirik riyaziyyatda. İlk riyaziyyatın başlanğıcı etalon bu cürə başlayır. Deməli mənim Allahım. Allahım, buna nə olub? Tak. Necə dəqiqə? Hə. Deməli mənim üçün etalon haradır? Ya bütün dünyanı ilk algılama etalonum. İlk haradır ilk? İlk anam da əlbəttə ki. Bu nədir? Anam mənim ilk evimdir. İlk emosiyalarımdır. İlk hisslərdir. İlk dünyamdır. Çünki orada uşaq içəridə bilmir başqa bir dünya olduğunu. Sadəcə buradan ibarət, mamadan ibarətdir hər şey. Və bəzənləriniz deyir ki, anam mənə baxmayıb, nənəm baxıb, bəzən deyir ki, anamı mən itirdim doğumda və s. Elə bir şey ola bilməz ki, mamanız birinci dünyasını dəyişsin, sonra siz dünyaya gələsiniz. Yəni mütləq şəkildə son ana qədər bu doğum baş verənə qədər mama sağdır. Siz yetişənə qədər bu bətində mama sağdır. Çünki bundan əvvəl mama dünyasını dəyişsə, siz də tələf olursunuz. Yəni elə bir şey ola bilməz ki, siz mamanızdan kənarda ilk evinizi yaratdınız, ya da atanın bətnində, ya da ki laboratoriyada, pişiyin bətnində, yox. Ya da torpaqdan çıxdıq, yox. Bizim dünyanı ilk etalon anlama şəklimiz, yəni ilk emosiyalar necədir? Yenə də deyirəm, ilk ev necə olmalıdır? Yəni ilk o riyaziyyatda öyrəndiyimiz 10 rəqəm, həyatı algılamaqdakı o ilk 10 rəqəm teması mamadır bizim üçün. Və indi buradan nə gəlir ortaya çıxır? Əgər mənim üçün ilk etalon budursa, bu mamanın aurası nədirsə, hansı hissləri keçirirsə, nələr düşünür, nə yeyir, necə hərəkət edir və s. hamısı başqaları ilə kontaktda neynir və s. 9 ay ərzində biz riyaziyyatda rəqəmləri bir günə öyrənirik. Amma 9 ay bu etalonla bəslənirik, download olur bizə, sanki belə yüklənir. Və bu etalon üzərinə xüsusən də emosional fon, o nə hiss edibsə, ya da onunla kontaktda biz aramızda nə hiss etdiksə, sonradan mənim üçün güvənilir budur. Məsələn, baxın, riyaziyyatda hamımız 10 rəqəm öyrənmiş, düzdür? Nədir bu? Azərbaycanca 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Mən gəlsəm bir gün desəm ki, bilirsiniz, əslində təzə rəqəm də var. Adı nə bilim, B-dür. B rəqəmi tutaq ki. Siz nə deyəcəksiniz mənə? Algılaya biləcəksiniz onu? Yox, sizin etalonunuz var uje. Mən desəm B deyə bir rəqəm var və onunla da təzə ədədlər çıxara bilərik. Siz deyəcəksiniz ki, yox, B deyə rəqəm yoxdur. Çünki mən onu etalonda öyrənməmişəm. Nə deyərsiniz mənə?
Mən deyəcəm, yox, iki dənə daha rəqəm var. Birinin adı M-dür, birinin adı B-dür. Siz də deyəcəksiniz ki, yoxdur elə bir rəqəm. Amma mən deyəcəm ki, var. İndi gəl mənə isbatla ki, yoxdur. Və əslində belədir. Bu etalondan kənarda, baxın, tutalım ki, mamada hər hansısa bir duyğular olub. Günahkarlıq duyğusu hiss eləmişik kontaktda, bayaq dedikləriniz, bezikmək, buraxmaq hissi, qıcıq, əsəb və s. Dünyaya gəlirik, tutalım ki, xüsusən də 16-18 yaşdan sonra görürük ki, amanın, kimsə başqa emosiyalar da keçirir. O bayaqki bölmə məsələsi. Kimsə başqa hisslər də keçirir. Və biz ona biz necə baxırıq? Yo, ola bilməz. Yo, təhlükəlidir. Bölmə yoxdur, belə rəqəm yoxdur. Mənim etalonum başqadır. Başa düşürsüz? Nə demək istəyirəm? Yəni bu etalon uşaq vaxtından ana ilə kontaktda ilk formalaşıb. Və bundan kənarda, bu etalondan kənarda olan hər şey mənim üçün qorxuludur, təhlükəlidir, yoxdur, təkzib eləyirəm onları. Məsələ buna görədir ki, baxın, belə bir şey var. Adi misallar çəkəcəyəm, özünüz baxın. Hansısa xanım tutaq ki, əgər mamamız çox yazıq olubsa, onunla kontaktda özümüzü çox yazıq hiss eləmişiksə, məyus olmuşuqsa, mamamız qıtlıq çəkibsə, heç vaxt maşını, evi olmayıbsa, paltar belə tapmayıbsa və s. böyüyürük. Hər hansısa bir qadını da görəndə ki, o çox rahat özünə maşın alır, ev alır, marka geyinir, avtomatik beyin təksib eləmək üçün deyir ki, ayda bu yəqin ki, eskortda işləyir ya da yaşlı daydaylar bunu saxlayır. Niyə? Çünki həqiqətən bu bödə ola biləcəyi, bunun həqiqətən ola biləcəyini beyin təksib eləmək istəyir. Ona təhlükəli gəlir deyə belə uydurma şeylər çıxarır. İstəmir algılamaq ki, dünyada bu var və çox rahatdır. Ola bilər, normaldır bu. Mütləq şəkildə orada nəsə şuluq bir şey olmamalıdır insan nəyisə hiss eləmək üçün və yaxud da uşaq vaxtım isə mən özümdə nə görmüşdüm? Mən görməmişəm ailəmdəki qadınlar heç vaxt bərkdən ürəkdən gülməyiblər. Keçən dəfə coachla mən bu mövzunu işlədim. Heç vaxt bərkdən ürəkdən gülməyiblər və həqiqətən siz məni tanıyırsınız 5 ildir çoxunuz. Mən də heç vaxt bərkdən ürəkdən gülməmişəm və həmişə bərkdən ürəkdən gülən kim varsa mən onu belə pis baxmışam. Başa düşməmişəm ki, bu niyə belə bərkdən ürəkdən gülür? Və mən baxıram ki, mənim dünyamda bu həqiqətən də bö və mödür. Çünki mənim üçün bu, yəni bu mənim algılarıma sığmır. Çünki mamamla kontaktda mən bu şeyi yaşamamışam. Bu mənim etalonumdan kənar bir şeydir. Və mən bunu işləməliyəm ki, bunu özümə proqramlayım. Başa düşürsünüzmü? Mən bunu işləməliyəm ki, özümə proqramlayım. Çünki mən bunu işləmirəmsə, mənim dünyamda bu şey olmur. Və kim ki bu şeyi yaşayır öz dünyasında, mənə onlar anormal gəlməyə başlayır. Mənim etalonumdan kənarda gəlməyə başlayır. Anlayırsınızmı? Və eyni şey bu etalondan kənarda olan hər şey mama ilə kontaktımızda etalonla kənarda olan hər şeyi biz algılaya bilmirik. Və indi baxın, diqqətlə baxın. Əgər mən algılaya bilmirəmsə bu etalondan kənarda olan hər şeyi, mən nə edirəm? Fürsətləri görürəmmi sizcə? Görürəm deyənlər 3 rəqəmini yazın, görmürəm deyənlər 4 rəqəmini yazın. Etalondan kənarda olan fürsətləri. Görmürəm deyənlər 4 yazın. İndi baxın, hamınız 4 yazırsınız. Çünki 4 doğrudan da görə bilmirəm. Çünki bu etalonuma uyğun gəlmir mənim. Mənim üçün təhlükəsiz deyil bu. Öyrəndiyim şey deyil bu. Bunu öyrənməm, bunu keçmədim. Öyrənmədiyimiz yerdəndir bu. Və indi diqqətli olun. Diqqətlə fikir verin bu hissəyə. Çox, çox simple, sadə bir izah verəcəm sizə. Baxın. Adi bir fincanı götürək. Adi bir fincanı götürək. Çox sadə. Evdə fincanlarınıza baxın. Sadə bir fincanı götürək, düzdür? Həyatımıza, bu nədir belə? Həyatımıza necə bir fincan proqramlamağımız belə bu etalondan ilk olaraq cücərir. Necə baxın? Məsələn mən. Əvvəllər qəşəng bir fincanım olmazdı mən. Baha pul verməzdim fincana. Həqiqətən həzz ala biləcəyim, həqiqətən bir sənət əsəri deyə biləcəyim bir fincanım olmamışdı mənim.
Niyə? Çünki mən belə görürdüm, sanki mamamla kontaktda o etalon belə yaratmışdım özümə. Sanki uf, yox, istəmirəm görüm belə-belə. Çaşqalarım tez-tez qırılırdı fincanlarım, fincanlarımı sevmirdim ümumiyyətlə, fincanlarımdan ləzzət almırdım. Ümumiyyətlə bəzi qadınlar ətrafımda var idi ki, xüsusi fincan kolleksiyası yığırdılar və fincanla belə içirdilər çayı. Və mən başa düşmürdüm, bunlar niyə fincana bu qədər önəm verir? Nə lazımdır bu fincanla belə həzz almaq, tutaq ki. Çünki mən mamamla kontakt mənə qıcıq verirdi. Və bu qıcıq etalon, oradan mən yaratmışdım nə? Qıcıq fincanlar. Və fincanla da kontaktda qıcığa girirdim. Hə, mən bu duyğuları işləyəndə ki, mən niyə belə hiss eləyirdim? Buna ehtiyac var idimi? Bunu necə dəyişdirə bilərəm mən? Əslində beləmi olmalı idi və s. Bunları işlədikdən sonra, mamamla yaşadığım algılar dəyişəndən sonra, əlbəttə həyatıma proqramladığım adi bir fincan belə dəyişməyə başladı. Və indi baxın, sadəcə bir fincan misalından gediriksə ki, fincanda algılamaq çox rahatdır. Bunu pul və münasibət üzərindən mən danışsam, sizə çox çətin gələcək. Çünki psixika istəmir kompleks şeyləri başa düşmək ki, pul və partnyor münasibətləri psixika üçün ən kompleks gələn şeydir. Və indi düşünün, mən bir fincanı belə həyatıma etalonuna yaşadığım duyğularla proqramlayıramsa, mən həyatımda hər şeyi deməli, ilk olaraq anamla nə emosiya yaşamışamsa, onunla da proqramlayacağam. Çox sadə. Necə proqramlayıram? Məcçə deyil, bu ritual falan deyil, hər hansısa bir qəribə belə deyərlər də, olağanüstü bir şey baş vermir. Sadəcə olaraq sinir sistemi ki var, tipidir bu. Sadə tip və fizikadır. Sinir sistemim, bax sadə tibbi fizikanı sevən varmı? Biologiya, fizika, kimya sevənləriniz varmı? Chatda 0 rəqəmini yazın. Mən çox sevirəm. Atam fizik olub, anam tibb mütəxəssisi həkimdir. Kimyanı çox qəşəng oxuyurdum mən. Və mən bunu çox sevirəm. Psixologiyanı bunlar üzərindən izah edə bilmirəmsə etmirəm, danışmıram o barədə. Baxın, sinir sistemimiz var. Tibbdə var artıq bu sinir sistemi deyə bir şey var. Və bizim bütün sinir sistemimiz nəyin yanında təhlükəsiz hiss eləyirsə, sinir sistemimiz üçün o olur güvənli bir şey, düzdür? Çox sadə, yəni bu çox sadə bir şeydir. Və mənim sinir sistemim ilk dəfə hiss etdiyim anamla kontaktda, emosiyalarda əlbəttə ki, özünü harda hiss eləyir? Evində hiss eləyir, təhlükəsiz hiss eləyir. Və əlbəttə bu sinir sistemi ilə gəlib çatıram. Bəziləriniz 18 yaş var, bəzilərinin 48, bəzilərinin 68 yaşı var. Müəyyən bir yaşa gəlirəm. Və öyrəşilən sinir sistemi ki, buna öyrəşib, tutaq ki, qıcığa öyrəşib, aqressiyaya öyrəşib, məyus olmağa öyrəşib, rədd edilməyə öyrəşib, və yaxud da yazıq hiss etməyə öyrəşib, nə bilim, tərk edilməyə öyrəşib, bla 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 bla, danlanmağa öyrəşib və s. və s. və s. Zəif hiss etməyə öyrəşib və s. Sonra da həyatımı qəsdən deyəcəm, amma tamamlamayacaqsın, amma həqiqətən qəsdən sinir sistemi təhlükəsiz evdə hiss eləmək üçün tam da bu cürə şeyləri həyatında yaradır. Sadəcə buna resursu çatır. Necə yaradır? Sadəcə onu seçir həyatına. Öz-özünə bunu şey eləmir. Fil o fincan yarandı. Yo, belə olmur. Sadəcə bunu seçir o. İşini də elə seçir ki, tutaq ki, daha pis fincana çatsın onun pulu. Həyatını da elə qurur, həyatına da elə bir insan seçir ki, orada daha xoşbəxt hiss eləyəcək, daha yüksək emosiyalar hiss eləyəcək təcrübələr olmasın. Seçirik sadəcə. Allah bizə hər şeyi verib bu dünyada. Hər şey var. Çölə baxın, hər şey var. Bayaq yazırsınız, Villeroy'a getdim, çox qəşəng əşyalar. Həqiqətən hər şey var bu dünyada. Bu dünyada Villeroy da var, bu dünyada 1 manata ucuzluqda satılan çaşqalar da var, fincanlar da var. Hamısı var bu dünyada. Əlbəttə hər ikisi funksionaldır. Söhbət ondan getmir, amma hansı mənə daha çox həzz verir? Bu da var axı. Və indi söhbətimiz bundan gedirsə ki, mən həyatıma nəyi seçdiyimi sinir sistemim təyin eləyir. Yəni, sinir sistemi təyin eləyir ki, mən həyatıma nəyi seçirəm, hansı paltarı geyinirəm. Məsələn, mən dünən Zara'dan sifarişim var idi. Zara'dan sifariş gəldi. Aralarında bir köynək var idi. Çox qəşəng yaraşdı mənə. Həqiqətən çox stylish idi. Çox qəşəng yaraşdı mənə. Amma mən onu qaytardım. Bilirsiniz niyə? Çünki bədənimə toxunanda qıcıq hissi verdi mənə. Yəni parçası çox keyfiyyətsiz idi. Və mən dedim ki, bu mənə lazım deyil. Onu mən qaytarmaya verdim. Yerinə
Nə bilim, 10 dəfə baha qiymətə başqa bir şey sifariş elədim. Kətan təbii parçadan. Korset sifariş elədim. Və məsələn, mən reallığımda seçmirəm. Mənə qıcıq verən bir paltarı tutaq ki, narahat eləyən bir şeyi, xoşuma gəlməyən bir şeyi. Niyə? Çünki o etalondan çıxmışam artıq. Əvvəllər olsa, hə, əvvəllər geyinirdim. Məsələn, qıcıq versə də geyinirdim. Özümə qıymırdım, utanırdım, çəkinirdim, olmaz deyirdim və s. və s. Sadəcə seçmirdim və seçmədiyim üçün də seçə biləcəyim fürsətləri yarada bilmirdim. Çünki hansı işi seçdiyiniz belə etalonda olan emosiyalarınızla təyin edilir. Mən məyus hiss eləyirəmsə etalon olaraq, anamla kontaktda həmişə məyus hiss eləmişəmsə, mən elə bir iş seçirəm ki, hər dəfə maaş gələndə də məyus hiss eləyim, müdirimi görəndə də məyus hiss eləyim, müştərilərimlə nə bilim kontaktda keçəndə də məyus hiss eləyim. Chatda yazın, kim daha çox məyus hiss eləyir, 7 rəqəmini qoyun kontaktda. İşi, pul və s. karyerası, müdiri, müştəriləri, 7 rəqəm qoyun. Baxın, bu etalon. İndi məsələn səsli şəkildə deyin. Əziz anam, səninlə kontaktda özümü məyus hiss eləmişəm mən. Baxın, uyğunlaşır yoxsa yox? Əgər uyğunlaşırsa chatda 3 rəqəmini yazın. Mhm. İndi siz keçsəniz bu praktikanı gün ərzində son 24 saatda kontaktda keçdiyiniz insanlarla da eləsəz, siz görəcəksiniz çox şeyi. Məyus olmasın, başqa bir şey olsun. Mən misal üçün dedim, məyus hiss eləyirsiniz. Hisslər cədvəlinə atmışıq. Daha fərqli bir şeylər ola bilər. Günahkar hiss eləyirəm ola bilər, rədd edilmiş hiss eləyirəm, tək hiss eləyirəm, nə bilim, çox şey ola bilər. Kədərli hiss eləyirəm ola bilər, natamam hiss eləyirəm ola bilər. Küçümsəmiş hiss eləyirəm ola bilər. Baxın, dəyişimin ilk hissəsi fərqindəlikdir. İlk 30% fərqindəlikdir. Və ilk deməklə, səsli şəkildə deməklə o fərqindəlik, o açılım baş verir artıq. Və indi düşünün, mama ilə kontaktda siz neçə il yaşamısınız? Ən azından ən minimalı 9 ay kontaktda olmusunuz mama ilə. Deməli, heç olmasa bunun yarısı qədər vaxt lazımdır. 9 ayın yarısı nə qədər eləyir? 4 ay lazımdır ki, ilkin plast, o ilkin şey açılsın sizdə. Yəni onu işləyəsiniz dərindən, şüuraltı texnikar və s. Okay? Mhm. Mhm. Okay, indi bu algılar dəyişsə, baxın, mamanıza qarşı təşəkkür hissinə keçsəniz, mamam necə gözəldir hissinə keçsəniz, ya mamamı, nə bilim, qucaqlayıb buraxmaq istəmirəm və yaxud da mamamdan həzz alıram, və yaxud da mamam necə güclüdür və yaxud da mamamla necə sakit hiss eləyirəm və yaxud da, bax, bu cürə daha yüksək frekanslı hisslərə keçsəniz necə olar həyatınız? Əlbəttə daha fərqli olar. Bunu demək istəyirəm. Çünki ananızı məsələn çox gözəl hiss eləyirsinizsə, həyatınızda davamlı estetik, hər şey estetik yaratmağa başlayacaqsınız məsələn. Mən hərdən şikayət eləyirəm ki, niyə mənim həyatıma gəlmək istəyən adamlar həmişə çox yaraşıqlı olurlar, bezmişəm bunlardan. Amma sonra baxıram ki, həqiqətən mən anamı da, atamı da çox gözəl görmüşəm həmişə. Ona görə də mənim həyatımda rəfiqələr də, lap kişilər də, kim gəlir ya da gəlmək istəyir, hətta müştərilərim belə baxıram, heyran oluram. Hamısı bir-birindən gözəldir. Reallığım bu cürə yaranır. Niyə? Çünki mən ana atamı sadəcə çox gözəl görmüşəm. Bunun üzərində işləməmişəm də, bunu artıq belə görmüşəm. Amma nələrisə də görməmişəm, sonradan işləmişəm. Tutaq ki, çox aqressiv hiss eləyirdim ana atama qarşı. Ona görə mənə aqressiya yaşadan insanlarla qarşılaşırdım. Amma bunu işləyəndən sonra artıq belə olmadı. İşimin ilk illərində müştərilərimə qarşı çox yazığım gəlirdi. Çox yazığım gəlirdi. Çox pis olurdum onlara baxanda. İndirim eləməyə çalışırdım və s. Amma sonra gördüm ki, bu ana atama qarşı hisslərdir. Mən onları belə yazıq görəm, şey eləyirəm, sanki istəyirəm onlara kömək eləyim və s. Bunu dəyişməyə başlayandan sonra artıq mənə çox daha güclü xarakterdə insanlar müştəri olaraq gəlməyə başladı. Başa düşürsüz? Mhm. Mhm. Bu arada, bəziləriniz çox səbirsizdir və bəzilərinizə elə gələ bilər ki, yenə də deyirəm, baxın, ən az 9 ay ananın bətnində proqramlanmışıq.
Yəni sizə ən az 3-4 ay, yarısı qədər vaxt lazımdır ki, ən minimal. İlkin mama terapiyanın duyğular açılsın, ilkin o mane olan hissələri işləyəsiniz. Bəziləriniz gözləyir ki, ilkin etapda artıq biz hər şeyi eləyə bilərik. Onu da elə, bunu da elə. Mən indi burada sizə, inanın mənə, 5 saat otursam, axşama qədər, gecəyə qədər bütün texnikaları eləsəz mama terapiyanı və s. siz bilirsiniz nə olarsınız səhər oyananda? Xəstələnərsiniz, psixikanız off verər və ümumiyyətlə məni də bloklayarsınız, qaçarsınız prosesdən və psixikaya çox ağır gələr bu. Heç bir proqramlama da baş verməz. Yəni birincisi bu reqlamentlərə zərərlidir. Biz ona görə də həftəyə bir texnika eləyirik ya da maksimum 2 texnika eləyirik mütləq şəkildə və bunları yavaş-yavaş işləyirik. Yəni hissələrə bölüb də işləyirik. İlk hissə həmişə diaqnostika və fərqindəlikdir. Bu hissə belə ən ağırıdır. Bu hissə belə ən ağırdır. İndi soruşursunuz, burada edəcəyi artıq etdiyimiz şey texnikalardır. Sizə elə gəlməsin ki, biz nəyisə eləməliyik birdən-birə fil o ay savaşçısındakı kimi dönüşdüm, sehir baş verir. Belə olmur. Bu uşaq kimi düşünməyin ki, bir də eləyəcək sehir. Dönəcəksiniz, başqa bir şey olacaqsınız. Yox. Yox. Zaman vermək lazımdır. Resurs yatırmaq lazımdır buna. Və sizə deyirəm, ən ağır hissə diaqnostik hissədir. Yəni, bu hissəni keçə bilsək, biz artıq böyük bir yolu qət etdik deməkdir. Və indi siz özünüz baxsaz, bu webinar bitəndən sonra, son 24 saatda, son bir həftədə, son bir ildə siz həyatınızdakı insanlar, kişilər, qadınlar fərqi yoxdur. Onlara qarşı hansı duyğuları yaşamısınız? Onlarla kontaktda nələr hiss eləmisiniz? Baxıb görəcəksiniz ki, hamısının etalonu, ilkin cücərtisi əslində uşaq vaxtı mamanızla yaşadığınız duyğulardan cücəribdir. Yəni, oradan gəlibdir ilk olaraq. Başa düşürsünüzmü? İlk olaraq oradan gəlibdir. Məsələn, adi bir şey deyəcəm. Son bir ildə işlədiyim mövzu. Məsələn, fəxr hissi var, düzdür? Məsələn, mən ana-atamla heç vaxt fəxr eləməmişəm də, düzdür? Və mən elə situasiyalar yaranırdı ki, həyatımda fəxr edə biləcəyim insanlar, müştərilər gəlmirdi heç vaxt. Özüm də özümlə fəxr eləyə bilmirdim. Son bir ildə bu mövzunu işlədim mən. İnanın mənə, bax, indi ümumiyyətlə nəticələr belə artıq müştəri nəticələrinə belə yaxşı təsir eləyir və indi çevrəm çox-çox daha əvvəlki çevrəm də indi olanlar daha uğurlulaşıb, daha belə deyərlər də elə addımlar atırlar ki, həyatları ilə bağlı. Onlar da kvantiçi yaşayır. Mən onlarla bağlı fəxr hissi keçirirəm. Və müştərilərim də ümumiyyətlə məni izləyən insanlar da çox dəyişib. Elə bir şeylər eləyirlər həqiqətən, nəticələrinə baxan isə mən fəxr eləyirəm. Və həqiqətən də həyatıma artıq bu duyğunu da gətirmişəm. Fəxr eləmək hissi kimləsə. Çünki mən əvvəl 1 il əvvələ qədər baxırdım, mən heç kəs baxırdım ki, mən niyə bu insanlar mənə gəlir? Heç kimdən fəxr eləyə bilmirəm də mən. Bir şey bir olmur, alınmır bir türlü, türklər demiş. Amma o duyğunu işləyəndə sonra nə oldu? Sonra mən artıq başladım həyatıma fəxr ediləsi insanları çəkməyə. Doğrudan da elə bir situasiyalar yarandı. Həqiqətən. Bəli, gözəllik terapiyası eləmişdim 2024-cü ildə. Çünki 2024-cü ilə qədər özümü boz-bozalaq biri kimi görürdüm. Zaten elə 2024-cü il idi ki, mən ilk dəfə çəhrayı və parıltılı bir paltar geyindim. O ilk dəfə idi mənim üçün. İlk dəfə idi geyindim, saçımı düzəltdim və s. şəkillər, videolar tamam başqa bir enerji. Və mən onda ilk dəfə baxdım ki, mənim o terapiyalarım effekt verdi. Çünki 2023-cü ildə ilk dəfə eləmişdim bunu. 2023-cü ildə ilk dəfə mən başa düşdüm ki, mən anamın ən belə pis hiss elədiyi vaxtları nə idisə, onları kopyalamışam özümə sadəcə. Sadəcə onu yadımda saxlamışam, qalan heç nəyi yox. Və o harda özünə ən belə qara pis eləyib ki, hamımızda olur, mənim özümdə də olur. Mən onları özümə yeritmişəm, download eləmişəm və özümə belə güzgüdə də onu proyeksiya eləyirəm. Özümlə bağlı da geyimlərimi də boz-bozalaq seçirəm, özümü də boz-bozalaq görürəm və s. və s. Mhm. Bu hissəni biz bildik. İndi burada bu Zoom imkan verməyəcək biz bir şey eləyək. Okay. İndi burada maraqlı bir mövzu var. Maraqlı mövzu odur ki, baxın burada ev mövzusu var. Ev.
Mən həmişə deyirəm, sən necə evi seçirsən, necə evdə yaşayırsansa, o bərabərdir sənin maman. Həmişə mamanla yaşadığın hisslər, həmişə, həmişə. Baxın, burada çox önəmli bir nüans var. Mamam necədir yox. Mamamı necə algılayıram bu. Çünki yenə də deyirəm, mən adicə Asiya. Burada oturmuşam da. Məsələn, bayaqdan bir neçə nəfər bəyənməyib məni. Bəzisi çirkin görüb, bəzisi deyib bunun başı çatmır. Hərə bir cür görür məni. Düzdür, bayaqdan. 600 nəfər baxır, mən hamını kontrol eləyə bilmərəm. Bəzisi məni tupoy görür, bəzisi zəif görür, bəzisi gözəl görür, bəzisi çirkin görür, bəzisi anormal görür, bəzisi elə düşünür mən gic-gic danışıram, bəzisini mən qıcıqlandırıram, bəzisi düşünür ki, bu belə də, belə bax və s. Və bütün bu algılar məni təyin eləmir əlbəttə ki. Çünki hərə özünə görə, yəni yenə də hərə öz daxilindəki duyğulara görə görür məni. Eyni şey də mamamızla bağlı. Mamamız ola bilər filankəs o filankəs. Və mamamızı necə algıladığımız bizlə bağlı bir şeydir, mama ilə bağlı deyil. Terapiyada ən önəmli başa düşməyimiz gerəkən şey budur. Mamamızı necə algıladığımız, onunla bağlı hansı duyğular yaşadığımız bazı olaraq bizlə asılı bir şeydir. Onunla asılı deyil. Yəni ondan asılı deyil. Çünki əgər ondan asılı olsaydı, bir ailədə böyüyən bir neçə uşaq eyni taleyi yaşayardılar, eyni cürə həyatlarını proqramlayardılar. Məsələn, baxın, bir ailədə böyüyür, nə bilim, 3 uşaq. Üçü də tamam fərqli senaryo qurur. Tamam fərqli qurur senaryonu. Niyə? Çünki üçü də öz prizmasından, öz duyğuları ilə, öz kapasitesi ilə algılayır və o kapasiteni biz özümüzdə dəyişdirməyincə gəlsin lap mamamızın yerinə mən deməli 6 il əvvələ qədər düşünürdüm ki, ay da nə bilim mənim mamam kaş ki Jennifer Lopez olardı, kaş ki Beyoncé olardı və s. yəni gic-gic fikirlər. Çoxunuzda da var bu dəyişdirmək istəmək mamanı. Əslində isə o Beyoncé gəlsəydi də mamam olsaydı, J.Lo-nun uşağı da olsaydım, mən yenə də eyni hissləri keçirəcəydim ona da qarşı. Çünki bu mənim kapasitemlə bağlı bir şeydir. Yəni terapiyada, savadlı bir terapiyada önəmli şey budur. Çünki bir çox hələ özü üzərində işləməmiş psixoloqlar, terapistlər, koçlar bizə deyir ki, mama sən belə eləksə sən belə oldun. Yo, yo, elə bir şey yoxdur. Yəni mama günahkar deyil. Çünki sən mamanı günahkar hiss edərək terapiyaya girirsənsə, texnika eləyirsənsə, öz üzərində işləyirsənsə, sən düşünürsənsə ki, mamadır səbəbkar və günahkar, ya da atadır səbəbkar və günahkar, ya da nə bilim, yoldaşdır, odur, budur. Sən hələ terapiyanın tılsına belə girməmisən orada. Sən hələ sadəcə öz travmalarında belə nə deyim ona yaxşı çıxsın. Öz zibilinin içərisində qurdalanırsan hələ. O zibillər sənə xoş gəlir. Bu sənlə bağlıdır. Sən və sənlə bağlı. Yalnızca sən sorumlusan. Sənin həyatına heç kəs çöldən təsir eləyə bilməz. Sən özün qərar verirsən. Xüsusən də sənin artıq 18 yaşın olubsa. 18 yaşdan sonra sən özün qərar verirsən ki, nəyi necə algılamaq istəyirsən, dünyanı necə proqramlamaq istəyirsən, nəyi necə görmək istəyirsən. Əgər sən 18 yaşın olub və hələ də ana-atanı günahlandırırsansa, hələ də onları günahkar hesab edərək özünü inkişafa gedirsənsə və s. sən gözləmə. Gözləmə ki, nəsə dəyişəcək. İnanın mənə. Çünki çox insan mənim proqramlarıma belə qatılır. Mənim proqramlarıma belə qatılır ki, gəlsin burada bir səbəb tapsın ki, oy da mama belə, ata elə və s. Amma inanın mənə, mənim bütün texnikalarıma edən insanlar, yəni bütün təlimlərimə qatılan insanlar %100 bilir ki, biz orada özümüzlə işləyirik. Ana, ata ilə işimiz yoxdur bizim. Ona olan, onunla kontaktda olan algılarımızla işləyirik. Bizim işimiz yoxdur. Mama da, ata da nə ediblərsə eləyiblər. Onların öz həyatı var. Tam fərqli insanlar da onlar. Sən deyilsən, onlar mama, atadır. Başqa adamlar da onlar. Hı hı. Bəli, bir çoxları gedir. Mən özüm bu təcrübəni yaşamışam. Psixoloq otağında, koç otağında anasının, atasının qeybətini eləyir. Mama mənə belə elədi, ata mənə belə elədi. Və bu sizi burulğanda saxlayır. Bilirsiniz, məsələn, həmin koç, həmin psixoloq sizin pulunuzu götürür. Siz gedirsiniz sadəcə olaraq travmanızdan travma çıxır orada. Yəni zibilin içində ikiniz də qurdalanırsınız sanki. Mamaya zəng elə gəl bunu deyək mamaya, ataya zəng elə onu deyək. Bu terapiya deyil. Bu sadəcə podruqa ilə oturub qeybətləşmək ola bilər. Bu nəticə verən bir şey deyil.
Okay? Mhm. Və inanın mənə deyirsiniz bəzən mamamı yönləndirmək istəyirəm sizin terapiyaya. Hə, nə olacaq ki onda? Siz dəyişmədikcə mamanız dönüşüb olsun Jennifer Lopez. Nə dəyişəcək ki? Onu başa salmağa çalışıram. Mhm. Okay, bu hissə bitdi. Gəlin baxaq digər hissəyə. Digər hissə bağlıdır bizim enerjimizlə. Oy, 1 saatdır buradayıq. Təqribən 20 dəqiqə daha. 20 dəqiqə daha, okey? 20 dəqiqə daha. Verin mənə, istəyirəm tam bitirim anlatmaq istədiyim şeyi. Bəli. Siz artıq özünüz də hiss eləmədən, özünüz də hiss eləmədən dəyişim baş verir. Özünüz də hiss eləmədən dəyişim baş verir. Siz hiss eləmirsiniz, amma dəyişirsiniz. Dinlədikcə dəyişirsiniz. Çünki mən xüsusi düsturlarla, xüsusi praktikalarla eləyirəm bunu ki, yavaş-yavaş siz proqramlanasınız. Okay? Aha, gəlin keçək növbəti. Baxın, mən həmişə deyirdim, keçən dəfədən rekap gedək, çünki ola bilər ki, kimsə papa terapiyaya baxmayıb ödənişsiz. Bu mənəm, yox, bu mən deyiləm, bu mamadır. Hello, bu mamadır. Bu mamadır. Və bu o sənsən. Ya da mən. Mən bu adamın bətnindən çıxdım. Keçən dəfə bunu çəkmişdi, yadınıza düşər məncə. İndi mən bunun biraz tərs tərəfini də göstərmək istəyirəm. Mütləq baxarsınız papa terapiyaya, mütləq ona da baxın, mütləq. Ekran görünmürsə ekranı açın. Bəli, ödənişli mama reset və papa resetə qatılmaq olar. Aysel xanımdan xahiş edəcəyəm, mama terapiyanın ödənişli hissəsinə, növbəti hissəsinə qeydiyyatı açın. Kimlər istəyirsə qatılsınlar. Okey. Bax bu sənsən. Mamanın bətnindən çıxdın, dünyaya gəldin. Sən ilk dəfə, ilk algı dünya ilə bağlı mama ilə yarandı səndə. Sonrakı addım odur ki, dünyada təkcə qadınlar olmadığını algılamaq. Kişi, qadının fərqi yoxdur. Biz qadının bətnindən çıxırıq, bizə elə gəlir ki, ancaq qadın var. Yəni qadına məxsus hisslər, qadına məxsus emosiyalar var, düzdür? Çünki yenə də deyirəm, ilk mamanın bətnindən çıxdıq. Hiss eləyirik. Toxunuş yaşayırıq mama ilə bətndə. Düşünün, hətta biz keysəriyyə ilə dünyaya gəlsək belə yenə də onun dərisinə toxunaraq çıxırıq. Yəni elə bir şey olmur ki, biz eləyək çıxaq. Belə olmur. Keysərlə dünyaya gəldiksə belə yenə də dərisinə toxunaraq, mamaya toxunaraq, yəni bu mümkün deyil ki, başqa cürə olsun. Havada biz dünya mümkün deyil. İlk biz dünyanı. Bəli, papa terapiya YouTube-dadır artıq. İlk biz dünyanı mamamızla, yəni qadınla, sanki bir dənə qadınlar varmış kimi dünyada, bax belə algılayırıq. Sonrakı addım nədir? Sonrakı addım, odur ki, biz başa düşürük ki, kişilər də var imiş. Bizim DNK-mızda artıq var kişi, X, Y, xromosom və s. Bundan getmir söhbət, algıdan gedir söhbət. Biz başlayırıq algılamaq ki, wow, kişilər var imiş. Bu da atadır, okey. Bu da atadır. Deməli, kişi belə olur. Kişi etalonu budur, qadın da belə olur. Papa terapiya niyə biraz mücərrəd bir şeydir mənə görə? Papa terapiya niyə həmişə sonrakı etapdır mənə görə? Çünki papa terapiya da belə bir şey var ki, yəni də biz ilk mama ilə başlayırıq. Kişi fiquru bizim üçün biraz fərqli ola bilər. Yəni bəzilərinin atasını ümumiyyətlə görməyib. Dayı görüb, baba görüb. Ona görə də papa terapiyada bəziləri gedir, çıxır, dayı ilə işləyir, baba ilə işləyir və s. bu da ola bilər. Amma bazı olaraq DNK, xromosom, X, Y, nə bilim nə. Hara getdi yenə? Allahım. Bazı olaraq bugün deyəsən Zoom istəmir ki, biz bunu edək. Aha. Bizdə burada nə var? Hər ikisi var DNK-mızda, düzdür? Buradan da gəlib, buradan da gəlib. Mümkün deyil ki, bir nəfər uşaq dünyaya gətirsin, düzdür? Hətta atanı görməmişiksə belə, bazı olaraq bizə ata məni tərk etdi. Yəni mənim bədənimdə zaten olan bir şey, DNK. Çox primitiv izah eləyirəm, 5 yaşında uşaqlar da başa düşə biləcək şəkildə ki,
Hər həyat səviyyəsindən olan, hər psixoloji səviyyədə olan insan, hər intellektual səviyyədə olan insan başa düşsün. Yenidən etmək lazımdır, yox. Baxın, hətta ata görməmişiksə belə, bizə belə bir proqram oturur ki, ata məni rədd etdi. Yəni ata məni tərk elədi, rədd etdi. Bütün kişilər dünyası məni rədd eləyir, çünki ümumiyyətlə yoxdur. Yəni mən dünyaya gəlmədən ya da gələn kimi o çıxdı, getdi, tərk elədi və s. dünyasını dəyişdi. Və bazı olaraq bütün kişilər rədd eləyir məni, tərk eləyir və s. kimi. Kimə ki yuxu gəlir, aqressiya gəlir, sadəcə olaraq tərəddüd eləməyə başlayırsınız, dəyişimdən qorxur psixika, normaldır. Təzədən baxarsınız mütləq. Mütləq. Bu papadır. Bu mamadır. Və biz anamızla nəyi anlayırıq? Yəni bir qadın nə? Əsas nəyi anlayırıq? Emosiyaları, hissləri, qadın enerjisi dediyimiz şeydir zaten daha çox bunlardan ibarətdir. Emosiyalar, hisslər. Yenə getdiyə fikir verirsiniz, bu istəmir ya da sizlər tərəddüd edirsiniz deyə, ağırdır deyə belə olur. Emosiyalar, hisslər, kontakt, düzdür? Mama ilk bizdə bunları yaradır. Yaratım, yaradıcılıq. Çünki ana bətni nədir? Yaradır, uşaq yaradır. Yaradıcılıq. Fikir verin, dünya ilə bağlı, bax, bütün bu dünyamı necə yaradıb, nə hiss edib, necə kontaktlar quracağımın hamısını mamamla təyin edirəm mən. Yəni qadın enerjisi ilə. Sonradan bunların hamısını necə formaya salacağım, necə rəflərə düzəcəyim, necə sistemləşdirəcəyim və necə addımlayacağım, bunlara necə dayaq sistemi quracağım. Bunlar hamısı ata ilə biz, yəni kişi ilə, bir kişidən görürük bunu. Ona görə də həmişə deyirəm, mama terapiya bizə ilkin dünyanı proqramlamağımız üçün lazımdırsa, yəni nələri hiss edəcəyim ya da nəyi hiss edəcəyim şeyləri yaradacağım, insanlarla necə kontakt quracağım, nəyi yaradacağım ya da yaradıcı güclərimi nə qədər istifadə edə biləcəyim, hətta hansı işi seçəcəyim. Bunları biz mamamızla algılayırıqsa, biz bütün bunları necə sistemləşdirib, necə miqyasa çevirə biləcəyimizi, necə rəflərə düzüb sistemləşdirə biləcəyimizi, necə forma verəcəyimizi, necə dayaq yarada biləcəyimizi, bunların hamısını isə ata ilə biz algılayırıq. Yəni ona görə də mama və papa terapiya birlikdə çox gözəl bir nəticə verir. Həmişə. Çox gözəl bir nəticə verir. Pulda, münasibətlərdə, sağlamlıqda, sonra nə ola bilər? Həyat keyfiyyətində, spirituallıqda, hisslərdə, hər şey, dostluqlarda, münasibətlərdə, hamısında ikisi birlikdə olanda vapşı super nəticə verir bu. Çünki yenə də deyirəm, bu çox önəmlidir. Bəli, məni ilk dəfə dinləyənlər heç vaxt dinləyə bilmirlər. Qıcıq olurlar, getmək istəyirlər. Niyə? Çünki psixika dəyişmək istəmir. Söhbət mənlə bağlı deyil, sadəcə psixika ilə bağlıdır. Mən elə şeylər danışıram ki, çox dərinə inirik. Mən elə şeylər danışıram ki, siz artıq mən danışdığım şeylərə həqiqətən güvənsəz, həqiqətən dərk eləsəz, otuzdursanız özünüzə, siz artıq qurban rolundan çıxmalısınız. Və insan istəmədiyi üçün qurban rolundan çıxmaq. İnsan inanmaq istəmir, qıcıq olmaq istəyir. Zəhləsi getmək istəyir, baxmamaq, görməmək istəyir. Çünki yenə də deyirəm, mənlə kontakt mənlə bağlı deyil, dediklərim şeylərlə kontakt. Çünki mən həyatda belə izah edici biri deyiləm. Həyatda çox rahat, sakit pişik kimi qıraqda oturan biriyəm. Heç kəs məndən qıcıq olmur normal həyatda. Amma məsələn, burada dediyim şeylər, professional şeylər və s. bunlar hamısı sizi yönləndirir. Bir əsas məğzə. O məğzə bilirsiniz nədir? O məğzə odur ki, mənim həyatımda nə varsa hamısından sorumlu mənəm, məsuliyyətli mənəm. Mən qururam hər şeyi, mən proqramlayıram hər şeyi, mən qərar verirəm hər şeyi. Bugün hansı stəkanla çay içdiyimdən tutmuş, hansı insanla münasibət yaşadığıma, nə qədər qazandığımdan tutmuş, hansı işdə işlədiyimə qədər, nəyə oxşadığıma qədər hamısını mən proqramlayıram. Bu siz nə demək? Bu şokdur psixika üçün. Niyə?
Çünki artıq mən qurban rolunda olmamalıyam deməkdir. Artıq oradan çıxmalıyam deməkdir. Çünki psixika üçün rahatdır başqasını günahlandırmaq. Demək ki, cadu elədilər, fal elədilər, pis baxdılar, it hürdü, mamam günahkar idi, atam günahkar idi, mamam pis mama olub, atam kasıb olub, fürsət yoxdur, ölkə pisdir. Uşaqlar qoymur, cəmiyyət qoymur, mentalitet qoymur. Ay mən boşanmışam, ay mən yazıqam, ay mən keçələm, ay mən koram, nə bilim nə. Hamısı çöl faktorlar. Biz başlayırıq günahlandırmağa. Niyə qurban rolundayıq deyə. Çöldən heç kəs sizə təsir edə bilməz. Məsələn, bəzən deyirsiniz, mən öz planlarımı danışmıram, çünki danışanda göz dəyir, onlar olmur. Heç kəs sizə gözü dəyə bilməz. Nə qədər ki, özünüzü mamanızla kontaktınızda yaşadığınız o məyusluq hissi, yazıqlıq, zəiflik, ay mən belə balacayam dünyaya nəzərən, ay mən günahkaram, ay mən beləm, elə nə qədər bununla proqramlayırsınız dünyanızı, o qədər də sizə elə gələcək ki, çöl dünyanızda nələrsə sizin həyatınızı proqramlaya bilər. Məsələn, çox insan mənə də əvvəl elə gəlirdi ki, partnyorum mənə maşın almırsa, deməli mən yazıqam, heç vaxt maşınım ola bilməz və mən dünyanın ən bədbəxt insanıyam. Всё. Bəzən deyirik, filan kəs əzazildir mənə qarşı. Deyil, sən özün özünə qarşı əzazil olmasan, sən əzazili seçməyəcəksən həyatına. Sən özün özünə qarşı əzazilsən. Sən özün özünə necə davranırsansa, başqaları da sənə elə davranır və sənin özünün özünə olan münasibətin, sənin mamanla olan münasibətdə yaşadığın emosiyalarla təyin olunur. O etalondan təyin olunur. Və cücərən hissə, yəni sən xiyar toxumu əkib qarpız gözləyə bilmərsən, düzdür? Primitiv formuladır. Amma niyə biz bunu həyatımızla bağlı anlamaqda çətinlik çəkirik? Niyə biz başa düşmürük ki, nə toxum əkiriksə o nəticəni görürük. O toxumu dəyişmək lazımdır. Çox insan xiyar toxumu əkir, xiyar çıxır orada, amma qarpız gözləyirdi. Xiyarı qarpız formasına salmaq üçün başlayır xiyarı üstünə yapışdırmağa nəsə, yaşılla qırmızıya boyamağa, elə gəlir ki, ona çöl dünyada bunun üzərində, xiyarın üzərində işləsə o qarpıza çevrilə bilər. Əslində isə sən toxumu dəyişməlisən, başqa toxum əkməlisən. Sən xiyarı geyindirib, keçindirib, qarpız maskot geyimi xiyara geyindir. Qarpız maskotunun geyimini geyindirsən, o qarpız olmayacaq. O xiyardır, toxumu belə əkmişdin çünki. O toxum isə hardan gəlir? Yenə də deyirəm, anamızla kontaktda yaşadığımız duyğulardan. Və bu gün biz o duyğularla biraz daha yaxınlaşdıq, biraz daha fərqinə vardıq ki, biz anamızla yaşadığımız hisslərimiz nə olub? Çünki mən yenə deyirəm, mamamla hiss etdiyim şey odursa ki, mamam çox yazıqdır. Yazıqdır, vay vay vay, fədakardır, o çox zəifdir, mən ona kömək eləyim və s. Sənin oje artıq sinir sisteminə bu kodlandı. Bilirsiniz necə kodlandı? Kodlandı sözü biraz ütopik görsənir, amma bu yenə də deyirəm sadə fizikadır. Sənin sinir sisteminə sadəcə bu təhlükəsiz gəldi. Ona görə də həyatına elə bir partnyor çəkirsən ki, o da yazıq olur, çəkmirsən, seçirsən. Çünki sənə təhlükəsiz gələn budur. Mən həmişə deyirəm, 4 milyard kişi var, 4 milyard da qadın var. Sən niyə gedirsən 4 milyardın içərisindən? Ən bərbadını özünə, ən əzazini seçirsən məsələn üçün. Niyə? Niyə də 4 milyarddır da faktiki olaraq, düzdür? Ya da niyə mən sənə xəyanət edəcək adamı seçirsən? Niyə? Sual işarəsi. 4 milyard. Bəzi kişilər gəlir, xüsusən də bu subaylıq dövrü, dating və s. Mən bir çox insanlar görürəm. Qəribə insanlar var, kişilər vəbşə. Mən elə bilirdim ancaq qadınlarda olur bu xüsusiyyət. Hansısa bir kişi gəlir, deyir ki, ay mənim eks partnyorum psix idi, xəstə idi, başı çatmırdı. Mən belə baxıram ki, yəni ay kişi, 4 milyard insan var. Sən niyə psix seçirsən də? Yəni 4 milyard qadın var da, düzdür? Sən psixi ona görə seçdin, sənə görə psix gələn qadını ona görə seçdin ki, sənə elə gəlir ki, mamanla münasibətdə də sənə elə gəlib ki, maman emosiyalarla aşıb daşır, psixdir o. Və sənə sadəcə sinir sisteminə, ay kişi, təhlükəsiz gələn şey psix bir qadındır. Ya da sənə psix gələn bir qadındır. Ya da sənin yanında özünü psix kimi aparan bir qadındır. Başa düşürsünmü? Ya da uşağa vaxtı sənə elə gəlibsə ki, mamam mənə xəyanət eləyir, ya da mama özünə xəyanət eləyir, ya da mama mənə pis davranır, mama məni rədd edir, xor görür. Və əlbəttə sən həyatına elə bir kişini seçəcəksən ki, o səni xor görəcək, xəyanət eləyəcək, ikinci plana atacaq.
Sadəcə bu sənə təhlükəsiz gəlir deyə ona görə yox ki, sənin bəxtin yoxdur, taleyi başına daş salıb və sairə cadu eləyib. Yox, əsla yox. İnsan özü özünə cadu eləyir ən böyük. Yəni heç kəs başınıza daş salmayıb, heç kəs qıfıl bağlamayıb. Başa düşürsüz? Elə ona qalsa, şeyə qalsa, belə deyərlər də, pis nəfsə gözə qalsa, inanın mənə, ay ərzində 10 milyon insan baxır mənə. 10 milyon baxış nə deməkdir? Bütün Azərbaycan qədər insan, xaricdən, buradan fərqi yoxdur. 10 milyon baxış. Bunların arasında əlbət ki, heç olmasa 1 milyonun gözü nəfsi var da, dediyiniz düzdürsə. Niyə göz dəymir mənə? Niyə nəfs tökülmür mənə? Amma kimsə evində oturub ona elə gəlir ki, ona nəfs göz töküldü. Əslində bu deyil. İnsan özü özünü cad olur. İnsan özü özünə nə edirsə özü özünə eləyir. O toxum özümüzdədir çünki. İndi baxın. Əgər siz istəyirsə başqa bir reallıq qurmaq, tam fərqli bir reallıq qurmaq. İlk toxumu hardan götürmüsünüz ona baxmalısınız. Gəlin primitiv bir misal üzərində, məcaz üzərindən baxaq. Mən nənəm ədəbiyyatçı olub. Mən çox sevirəm. Məcazlar, ədəbiyyat, məcazlar üzərindən izahlar. Çünki düşünürəm ki, psixika üçün çox rahatdır məcazları anlamaq, çox rahatdır əşyalar üzərindən izahları anlatmaq. Bu çox rahatdır. Məsələn, o qaşları kamana oxşadırdılar, tutaq ki, əşyalar üzərindən izah eləyirdilər insanın gözəlliyini belə. Çünki insan psixikası üçün bu daha rahat və həlim gələn bir şeydir. Biz də bunu belə izah eləyək. Düşünün bayaqki qarpız xiyar misalından. Sən qarpız gözləyirdin, çıxacaq, xiyar toxumu əkmişdin, amma xiyar çıxdı, əsəbləşdin. Sən nəticəyə baxmırsan. Sən gedib baxmalısan ki, bu toxumu hardan almışdın? Hardan gəlib bu toxum və niyə məhz bu toxumu seçmisən, düzdür? Primitiv misal. Və bu da eyni şeydir. Sən həyatında bugün xoşuna gəlməyən bir ev seçdin, yaratdın. Yaratmaq sözünü də sevmirəm. Sən sadəcə bunu seçirsən. Yaradıcı Allahdır, yaradandır. Allah yaradıb. Evi də, Rolls-Royce'u da, kişini də, Əbülfəzi də, Amöbü də Allah yaradıb. Sən Allahın yaratdıkları arasından seçim eləyirsən. Ona görə də mən bəzi texnikalar falan deyir koçlar. Ay yaratım gücü, ay yarat, ay düzəlt, nə bilim neynə. Mən bunu biraz bilmirəm. Mən biraz dindar tərəfim var. Allaha çox inanıram və onu məsələn təksib eləyir biraz. Və mən düşünürəm ki, artıq sən bu dünyada nəsə yaratmırdın. Sən yox idinsə da yaradan olsa Rolls-Royce-u da yaradıb, binaları da yaradıb, nə bilim Dubayından tutmuş Miami'sinə qədər, Əbülfəzindən tutmuş Antonio Banderas'a qədər hamısını yaradıbdı, başa düşürsüz? Və əgər yaradan bunları yaradıbsa, sənin ekstra olaraq bir şey yaratmağa ehtiyacın yoxdur. Sən sadəcə seçməyə ehtiyacın var. Yaradanın verdiyi şeylər arasından zəhmət olmasa 4 milyard dənə kişi verib aralarında Antonio Banderas, Əbülfəz və nə bilim Tamerlan da varsa, sən gedib məhz Əbülfəzi seçib bədbəxt olursansa, burada artıq məsələ heç nə də deyil. Məsələ toxumdadır. Sən bu toxumu harda götürdün? Sən seçdin axı. Sən seçdin. Sənə yaradan verdin şuur və şuuraltı. Vəsə, kifayətdir. Əl ayaq verməsə belə kifayət. Və sən getdin bunu seçdin. Sən indi baxmamalısan nəyi seçdiyinə. Nəticə, yəni baxmamalısan xiyara ki, qarpız olmadı. Sən baxmalısan toxuma. Bu seçimi mən hardan gətirdim, ona baxmalısan. Və toxum hardan gəlir? Toxum gəlir elə ana bətnindən. Çünki mən oradan çıxmışam. Mən bütün emosiyaları, etalon, hər şeyi oradan götürmüşəm mən. Hər şeyi oradan götürmüşəm mən. Və mən indi baxmalıyam. Hətta mən şoka düşmüşdüm. Psixologiya təhsilimdə ikinci il idi və açıq sessiyalar var idi, keçirilirdi və bir qız gəldi ora. Mən şokdaydım. Mən hələ də xatırlayıram. Gənclik molda dinləyirdim mən o şeyi. Açıq sessiyanı, superviziya idi. Hələ də xatırlayıram. Gənclik molda Massimo tərəfdə, Sinabon tərəfdə idim. Hələ də xatırlayıram. Bir qız gəldi, superviziyanı açdı. Normalda biz travma belə şeylər işləyirik. Daha dərin bir şeylərdə. O qız gəldi, prosto dedi ki, mən istəyirəm ki, daha seksi olum, belə fit olum. Güzgüyə baxanda özümü çox belə seksi və fit görürüm, amma güzgüyə baxanda özümü biraz belə şey görürəm də, yəni belə görürəm də, biraz xoşuma gəlmir. Və orada psixoloqum deyəndə ki, sən mamanı necə görmüsən bəs? O dedi ki, of mamaydı da, belə yorğun, belə.
Boş paltarlar geyinirdi həmişə, belə fiqurasını göstərmirdi və s. Psixoloqum soruşdu ki, sən neçə razmer geyinirsən? Dedi ki, L. Dedi, əslində neçə razmersən, mənə deyə bilərsən? Dedi, XS. Belə baxdı, dedi ki, fərqindəsən ki, sən mamana qarşı hiss etdiyin duyğuları, mamanı görmə şəklini etalon olaraq qəbul eləyib də sadəcə. Səbəb onda deyil ki, sən seksi deyilsən. Səbəb ondadır ki, sən sadəcə səhv geyimlər seçirsən, həm də L razmer. Maman necə seçirdisə, maman özünü necə görürdüsə, sən onu kənardan baxanda necə algılamısansa, sən də elə seçimlər eləyirsən. Və sən bədəni belə kopyalayırsan mamandan. Və həqiqətən onda mən şoka düşmüşdüm ki, təkcə münasibətlər yox. Deməli bu kopyalama əslində lap daha dərindən gəlir. Lap daha dərindən gəlir və bu dərindən gələn toxum bir dənə toxumu biz başa düşəndə, o toxum üzərində biz dəyişiklik eləyəndə əslində ki, bu toxumu bəs necə seçdim? Axı məsələn mağazadan toxum seçirəm də, orada başqa toxumlar da var, düzdür? Mən öz algımı dəyişdirəndə artıq hər şey də dəyişir. Yəni burada misal nədir? Misal ondadır ki, məsələn mən özüm adi bir şey. Mənim mamam xoşdur güllü paltar, biraz daha belə yellənən, daha qadınlı paltarlar, qadınsı paltarlar, biraz daha yellənən paltarlar geyinirdi, ətəyi boş və s. Bantikli. Mən məsələn bir müddət yadınızdadırsa təzə işə başlayanda mən ancaq belə paltarlar seçirdim və bu mənə yaraşmırdı. Çünki mən sadəcə onda nə görmüşdüm, onu necə algılamışdımsa onu kopyalayırdım və elə gəlirdi ki, belə olmalıdır. Amma sonra başa düşdüm, stilist işləyəndə, öz üzərində işləyəndə, xüsusən də bu 2022-ci ildə idi, səhv eləmirəmsə, bu terapiyanı eləmişdi superviziyada. Sonra mənə birdən çatdı, qardırobuma belə baxdım, stilisti də çağırdım. Dedim ki, bunlar heç biri mən deyiləm. Bunlar mamamın seçimləridir. Mən mağazaya gedəndə belə mamamın gözü ilə seçmişəm hər şeyi. Bu onun xoşuna gələ biləcək şeylərdir, mənim yox. Mən olsam onu seçməzdim, belə geyinməzdim. Əsla bu o demək deyil ki, mamamız daha zövqsüzdür, yox. Sadəcə ona o yaraşırdı. Onu xoşlayırdı, o qadınsılığı belə görürdü. Amma mən məsələn başqa cür görürəm. Mən bugün baxıram ki, üstündə belə yazılar olan, Hannah Montana falan olan paltarlar gəlir indi. Dəhşət xoşuma gəlirdi. Mənə enerji verir o. Yaraşırdı özə. Mırt görsənirəm geyinəndə. Evdə falan, həyətə bacaya. Mırt görsən. Həqiqətən maraqlı görsənir mənim əynimdə. Və bu özü kimi olmaq, özünə mırt gələn, özünə maraqlı gələn, özünə xoş gələn seçimlər eləyə bilmə bacarığı üçün gözümüzdəki toru götürmək lazımdır. O tor isə sadəcə algı ilə yaranır. Okey. Necə hiss edirsiniz özünüzü chatda yazın. Tam aydındırmı? Fərqindəlik yaşadıqmı? Mama Reset'in digər hissəsinə başlamağa hazırlıqmı? YouTube'da baxanlar aşağıda link qoymuşuq Mama Reset proqramına keçid üçün. Qiyməti çox primitivdir. Normalda mama terapiyanın qiyməti baha olur. Bu çox primitiv qiymətdə, çox kompakt bir proqramdır. Mama terapiyadan sonra hətta papa terapiyaya da keçid edə bilərsiniz. Aşağıdakı linkdə keçid edə bilərsiniz. Amma Zoom-da indi canlı baxanlar üçün isə Mama Reset'in proqramı paylaşılıb. Aysel xanım, Nərmin xanım paylaşıb sizinlə. Botda paylaşılıb, Telegramda paylaşılıb, Instagramda bio-da var. Oradan keçid edə bilərsiniz. Mama Reset proqramı çox qəşəngdir. Orada biz mamaya qarşı olan güvən qırıqlığı olsun, mamamızla yaşadığımız hisslər olsun, hətta təkcə mamamız yox, mamanın da maması bizə təsir eləyir. Onunla belə işləyirik duyğularımızı. Oradan belə bizə nə keçib, onları da işləyirik biz. O qədər gözəl effekt verir ki, həqiqətən mən özüm, indi sizə bir şey deyəcəm. İndi isə bir şey deyəcəm. Mən özüm Mama Reset proqramını sırf ömürlük saxlayıram sizdə. Yəni siz ödəniş edib keçirsiniz, o birisi proqramlar kimi deyil bu. Ömürlük qalırsınız orada. Niyə? Çünki mən özüm bu mama terapiya sırf bu yığılımı, yəni bu kombonu mən özüm demək olar ki, hər 6 ayda bir eləyirəm. Niyə? Çünki məhz bu kombo, mənə görə məhz bu kombo kombinasiya, yəni bu texnikaların kombinasiyası ən bazadır mama terapiyanı işləmək üçün. Çünki burada yenə də deyirəm, təkcə mama yox, mamanın da maması var. Onunla da müəyyən duyğular, ondan da mamaya keçən, mamadan bizə keçən emosiyalar, onları da işləyirik biz. Burada mama ilə yaşadığımız, hətta mama ilə bir şuuraltı söhbət var. Onunla biz nə hiss eləyirik?
O bizə qarşı nə hiss edir, biz ona qarşı nə hiss edirik, nəyi necə algılamışıq, dünyamızı necə proqramlayırıq. Bu mövzuların hamısını biz orada işləyirik. Çox dərindir, etaplı işləyirik. Orada hər şey izah olunur sizə. Çox daha səliqəlidir. MP3 qulaqçıqlarla işləyirsiniz siz. Qulaqçıq taxırsınız səliqəli formatda. Texnikaları eləyirsiniz. 8-10 dəqiqə ayırsanız kifayətdir. Həftəlik 8 dəqiqə düşünün. Həftədə 8 dəqiqə resurs yatıracaqsınız. Vsyo. Yəni siz harasa getməyinizə belə ehtiyac yoxdur. Həftəlik 8-10 dəqiqənizi ayıracaqsınız. Orada bir vebinardır, 2 saatdır təqribən. Həmin vebinara belə hissə-hissə baxa bilərsiniz. Qalanı isə texnikalardır. Bunları isə qulaqçıqla eləyirsiniz. Çalışacağam bonus texnikalar da olsun orada. Əlavələr eləyəcəm mütləq şəkildə. Sonrasında papa terapiyaya da keçə bilirsiniz mütləq şəkildə. Və bu sizdə yenə də deyirəm ömürlük qalır. Niyə ömürlük qalır? Çünki yenə də deyirəm mənə görə bunu hər 6 ayda bir təkrarlamaq lazımdır. Hər 6 ayda bir təkrarlamaq lazımdır. Niyə? Çünki o duyğular bizdə qalxır. Hər dəfə fərqli duyğular çıxır. Hər dəfə fərqli şeylər istəyirik həyatımızla bağlı. Nə bilim, bu gün siz istəyirsinizsə tutalım ki, nə bilim, özünüzə maşın alasınız. Sabah istəyəcəksiniz ki, nə bilim, özünüzə yaxt alasınız bəlkə də. Təkcə maddiyyatla bağlı yox. Bugün siz münasibətinizdə sadəcə xoşbəxt anlar yaşayırsınızsa, sabah siz istəyəcəksiniz məsələn üçün məqsəd edəcəksiniz tətilə çıxasınız, daha parlaq cinsel həyat yaşayasınız və s. və s. Daha da var dövlət qazanasınız və s. Yəni məqsədlər bitmir. İnsan ümumiyyətlə depressiyadan belə çıxması üçün məqsəd qoyması lazımdır ilkin olaraq. Və o məqsədlər olanda isə biz o məqsədlərə doğru gedən yolda bizə mane olan duyğuları işləməliyik ki, biz daha yaxşısını özümüz üçün seçə bilək. Bugün nə paltar seçdiyinizdən, nə yemək seçdiyinizdən tutmuş, kimi həyatınızı seçdiyiniz, hansı evdə yaşadığınız və s. bunlar hamısı təyin edilir. İlkin duyğularla. Baxın, bu ilkin duyğuları işləyəndən sonra, başqa şeylər də var əlbəttə ki. İnsan onları işlədikcə görəndə ki, necə qəşəng dəyişimlər yaşayır. Dəyişdikcə dəyişir, gözəlləşdikcə gözəlləşir, özü də, həyatı da, estetikləşdikcə estetikləşir hər şey. Həyat səviyyəsi qalxdıqca qalxır. İnsan buraxa bilmir bunu. Əlbəttə var ki, siz yeməkdən asılı olasınız, türk filmlərindən asılı olasınız, rəfiqə ilə qeybətləşməkdən, semiçkadan, içkidən, alkoqoldan asılı olasınız. Bir də var ki, siz həyatınızı gözəlləşdirməkdən asılı olasınız. Və maraqlı bir şey var. Bayaq dinləyirəm, maraqlı bir webinar dinləyirdim. Saat 4-5 radələri idi. Orada belə bir şey deyir ki, siz həmişə ac hiss edirsinizsə, chatda yazın. 9 rəqəmini yazın. Kim həmişə ac hiss edir, davamlı yemək istəyir? 9 yazın. Təşvişdə bu düz davamlı yemək istəyirəm nəsə. Acam, doymuram. Bu bilirsiniz nə deməkdir? Bu sadəcə o deməkdir ki, siz həyatınızda emosiyalara açsınız. Siz həyatınızda daha gözəl bir həyata açsınız. Daha gözəl bir şeylərə, daha gözəl telefondan tutmuş, daha gözəl sırğalardan tutmuş, daha gözəl geyimlərə açsınız. Daha çoxuna açsınız. Sadəcə özünüzə icazə vermirsiniz ki, yeməklə bu aclığı doydurursunuz. Sadəcə özünüzə icazə verin. Daha yaxşı yaşamağa, yeməkdən asılı olmayın. Asılı olun həyatınızı gözəlləşdirməkdən. Yeni məqsədlər qoyun. Gözəl emosiyalar yaşayın. Niyə siz məsələn istirahətə gedəndə ən pis oteli seçəsiniz, ən ucuzunu seçəsiniz ki? Məqsədliyin daha gözəllərini, daha yaxşılarını qoyun. Bunları etdikcə, özünüzə icazə verdikcə daha yaxşı fürsətlər çıxsın qarşınıza. Okay? Və əlbəttə necəsini soruşursunuzsa, duyğularınızı işləyin. Yatırım eləyin. Baxın, inanın mənə, sonrasında itirdikləriniz çox daha baha başa gəlir. Nəinki özünə inkişafa yatırım etmək. Bugün siz təlimə yatırım eləyirsiniz, həftəlik 8-10 dəqiqə ayırıb texnika etməyə yatırım eləyirsiniz, düzdür? Özünüz üçün bunu eləyirsiniz. Amma eləməyəndə nə baş verir? Əlbəttə qazana biləcəklərinizi itirirsiniz. Əlbəttə çox zaman sağlamlıq gedir bizdən, xoşbəxtlik gedir bizdən. Daha yaxşı fürsətlərə kör oluruq. Mən bayaq dediyim kimi, yaradan hər şey yaradıb verib. Məsələ bundadır ki, sən nə qədər açıqsan, götürə bilirsən o fürsətləri. Açıq deyilsənsə, burada Allah neynəsini belə deyərlər. Tak. Sizi Mama Reset proqramında da gözləyəcəyəm ona görə.